Bakı tarixində elə adamlar var ki, onların vəzifədən getməsi sadəcə bir kadr dəyişikliyi kimi oxunmur. Sanki şəhərin ritmi dəyişir, qərar otaqlarının havası ağırlaşır, yarımçıq layihələrin üstündə görünməz suallar asılı qalır və hər yeni imza əvvəlki dövrün izini ya davam etdirməli, ya da onu ehtiyatla arxa plana çəkməli olur. Əliş Cəmiloğlu Ləmbəranski haqqında danışanda da, məsələ yalnız bir şəhər rəhbərinin tərcümeyi halı deyil, məsələ Bakının Sovet dövründə necə idarə olunması, böyük layihələrin kimin masasında təsdiqlənməsi, kimin kabinetində sürətlənməsi, kimin susqun razılığı ilə dayanması və kimin siyasi iradəsi ilə yenidən hərəkətə gəlməsidir. Təsdiqlənmiş faktlardan başlayaq. Əliş Cəmiloğlu Ləmbəranski, Sovet Azərbaycanının dövlət xadimi, mühəndis və şəhər idarəçiliyində xüsusi yeri olan fiqur kimi tanınır. O, 1914-cü ilin may ayında anadan olub. Azərbaycan Sənaye İnstitutunu bitirib, müharibə illərində iştirakçı olub, yaralanaraq geri dönüb və sonraki karyerasını neft emalı sistemi, sənaye idarəçiliyi və dövlət aparatının sərt pillələri üzərində qurub. Açıq mənbələr onu təxminən 1958-ci və ya 1959-cu ildən 1966-cı ilə qədər Bakı Şəhər Zəhmətkeş Deputatları Soveti İcraiyyə Komitəsinin sədri kimi göstərir. Tarixlərdə müəyyən fərqlər var. Bəzi mənbələr başlanğıcı bir il əvvəl, bəziləri bir il sonra verir. Ona görə ən ehtiyatlı ifadə belədir. Ləmbəranski təxminən 1958-ci və ya 1959-cu ildən 1966-cı ilə qədər Bakının şəhər idarəçiliyinə rəhbərlik edib. Bu dövr Bakının yalnız inzibati xəritəsində deyil, şəhərin gündəlik görünüşündə də iz buraxır. Funikulyor, dəniz vağzalı, dövlət sirki, yaşıl teatr, Primorska bulvarın yenilənməsi, Kiçik Venesiya, Azərbaycan, Moskva, Abşeron mehmanxanaları, Gülüstan sarayı, Respublika sarayı, Məişət kondisionerlər zavodu, Dərin dəniz özüllər zavodu, Musiqili komediya teatrının bərpası kimi obyektlər Ləmbəranski adı ilə müxtəlif səviyyələrdə bağlanır. Bəziləri onun şəhər rəhbərliyi dövründə başlanmış, bəziləri sonradan tamamlanmış, bəziləri isə onun daha sonraki hökumət mərhələsi ilə əlaqələndirilmişdir. Amma bir fakt aydındır. Rəsmi yaddaşda Ləmbəranski Bakının infrastrukturunun təkmilləşdirilməsində və sənaye mədəniyyət obyektlərinin qurulmasında xidmətləri olan şəxs kimi tanınır. Ancaq hər parlaq fasadın arxasında sənət otaqlarının tozu, arayışların quru dili və heç vaxt bayram nitqlərinə düşməyən şəhər problemləri dayanır. Ləmbəranski dövrünün əsas dramatik ziddiyyəti də buradadır. Bir tərəfdə yenilənən bulvar, mədəniyyət obyektləri, mehmanxanalar, şəhərin simasını dəyişən tikintilər. Digər tərəfdə isə kəskin mənzil çatışmazlığı, qeyri-rəsmi yaşayış məskənləri, qeydiyyat problemi və minlərlə qanunsuz tikili. Arxiv materiallarına əsaslanan araşdırmalarda göstərilir ki, 1956-cı ildən 1958-ci ilə qədər Bakıda 9271 qanunsuz tikili inşa edilib. 1958-ci ildən 1964-cü ilə qədər isə 3852 belə tikili qeydə alınır. 1964-cü ilin fevralında Ləmbəranskinin imzası ilə Ənbər Əlixanova göndərilən arayışda 1958-ci ildən sonra 3852 qeyri-qanuni tikili və həmin tikililərdə 12151 qeydiyyata alınmış sakin göstərilir. Bu rəqəmlər soyuqdur, amma onların arxasında şəhərin əsl səsi dayanır. Zirzəmilərdə yaşayan ailələr, neftçi məhəllələrinin sıxlığı, Bakıya axan əhali, planla həyat arasındakı uçurum, dövlətin tikdiyi mənzillərin ehtiyaca çatmaması və hər yeni obyektin yanında böyüyən sosial sual. Şəhər gözəlləşirdi, amma şəhər eyni zamanda daralırdı. Prospektlər açılırdı, amma yaşayış problemi gizlənmirdi. Rəsmi layihələr yüksəlirdi, amma qeyri-rəsmi tikillər də artırdı. Və bu ziddiyyət Ləmbəranskinin gedişindən sonra ortaya çıxan ən əsas sualı daha da kəskinləşdirir. Belə bir miras bir nəfərə keçə bilərdimi? Təsdiqlənmiş institusional mənzərə belədir. Sovet şəhər idarəçiliyində qərarlar adətən bir neçə səviyyənin, şəhər icraiyyə komitəsinin, partiya komitələrinin, respublika hökumətinin, planlaşdırma və tikinti qurumlarının iştirakı ilə formalaşırdı. Buna görə Ləmbəranski dövrünün Bakı layihələrini yalnız bir kabinetin qərarı kimi izah etmək ehtiyatlı olmazdı. Bakı Şəhər İcraiyyə Komitəsi
Gündəlik şəhər təsərrüfatına, yerli qərarlara, abadlığa, mənzil kommunal sahəyə baxırdı. Bakı Şəhər Partiya Komitəsi və Azərbaycan KPMK kadr siyasi nəzarət və prioritetlərin təsdiqi üzərində dayanırdı. Azərbaycan SSR Nazirlər Soveti iri obyektlər, maliyyə, planlaşdırma və respublika miqyaslı tikintilər üçün əsas dövlət səviyyəsi idi. Tikinti nazirlikləri, memarlıq idarələri, layihə institutları isə kağız üzərində ideyanı betona, metal konstruksiyaya, fasada və rəsmi qəbul aktına çevirən mexanizm idi. Ona görə də Ləmbəranskinin 1966-cı ildə Bakı şəhər rəhbərliyindən getməsi taxtın bir varisə ötürülməsi kimi oxunmamalıdır. Daha dəqiq mənzərə belədir. Onun yaratdığı şəhər təsiri parçalandı, müxtəlif idarələr arasında bölündü, partiya nəzarəti, icra mexanizmi, hökumət planlaşdırması və layihə institutlarının gündəlik işi arasında yayıldı. İndi isə əsas detala gəlirik. 1966-cı ildə Ləmbəranski Bakıdan Moskvaya, SSRİ Nazirlər Soveti yanında Mikrobiologiya Sənayesi Baş İdarəsi rəisinin birinci müavini vəzifəsinə göndərilir. Bu, onun karyerasının sonu deyildi. Bu, onun Bakı idarəçiliyindən çıxması idi. Və məhz bu ayrılıq araşdırmamızın ilk böyük qaranlıq dəhlizini açır. O gedəndən sonra yarımçıq şəhər layihələrinin siyasi kimin masasında qaldı? Burada bədii ehtimalı faktlardan ayırmaq vacibdir. Təsdiqlənmiş fakt budur. Ləmbəranski 1966-cı ildə Bakı şəhər rəhbərliyindən ayrılıb və Moskvaya təyin olunub. Versiya budur. Onun gedişindən sonra şəhər təsiri bir nəfərin əlinə deyil, Sovet idarəetmə sisteminin bir neçə xəttinə keçib. Bədii ehtimal, yəni fakt olmayan dramaturji rekonstruksiya isə belə səslənə bilər. Həmin günlərdə Bakıdakı bir kabinetdə yarımçıq layihələrin qovluğu qalmışdı. Sirkin tamamlanması, bulvarın növbəti mərhələsi, mehmanxana tikintiləri, mənzil fondunun sıxlığı, qeyri-qanuni tikililərə dair arayışlar və hər sənədin kənarında qırmızı qələmlə yazılmış suallar. Bu səhnə real Sovet sənət dövriyyəsinin atmosferinə uyğundur, amma konkret belə bir qovluğun mövcudluğu açıq mənbələrdə təsdiqlənmir. Elə buna görə də bizim araşdırmamız gizli siyahılar ifadəsini sensasiya kimi yox, arxiv sualı kimi işlətməlidir. Gizli siyahı dedikdə, biz sübut olunmamış sui-qəsd sənədini nəzərdə tutmuruq. Biz təyinat protokollarını, titul siyahılarını, tikinti planlarını, maliyyələşmə qərarlarını, partiya bürosu qeydlərini, layihə institutlarının razılaşdırmalarını, yəni Sovet aparatının görünməyən, amma real sənət mexanizmini nəzərdə tuturuq. Əsl detektiv də məhz buradan başlayır. Şəhərin yaddaşında parlaq obyektlər qalır, arxivdə isə imzalar. Və hər imza bir sual verir. Ləmbəranski getdi, amma Bakı layihələri kimin nəzarətinə keçdi? İkinci fəsil. Susan şahidlər və bölünən səlahiyyətlər. Son ana qədər düşünürdüm ki, hər şey əvvəlki qaydada davam edəcək. Bunu bizə danışan keçmiş məmur obrazı bədii rekonstruksiyadır, fakt deyil. Amma belə bir cümlə həmin dövrün psixologiyasını izah etmək üçün son dərəcə dəqiq səslənir. Çünki Sovet aparatında bəzən ən böyük dəyişikliklər gürultu ilə yox, protokolun səssiz abzası ilə başlayırdı. Ləmbəranskinin gedişindən sonra Bakıda nə baş verdiyini anlamaq üçün şəhəri bir xəritə kimi yox, idarəetmə şəbəkəsi kimi görmək lazımdır. Bu şəbəkənin birinci düyünü Bakı Şəhər İcraiyyə Komitəsi idi. Formal olaraq gündəlik şəhər təsərrüfatı, yerli qərarlar, abadlıq, mənzil kommunal məsələlər burada qalırdı. Ləmbəranski də məhz bu qurumun rəhbəri kimi tanınmışdı. Buna görə ilk baxışda sual sadə görünür. Onu yerinə kim gəldi? Amma araşdırmanın çətinliyi də elə buradadır. Açıq mənbələrdə 1966-cı ildən 1970-ci ilə qədər Bakı Şəhər İcraiyyə Komitəsinin dəqiq sədr varisliyi tam aydın görünmür. Bəzi siyahılarda Əli Kərimov adı Bakı şəhər icra strukturu ilə əlaqələndirilir. Başqa mənbələr isə onu 1974-cü ildə Bakı Şəhər Partiya Komitəsinin birinci katibi kimi göstərir. Aydın Məmmədov 1974-cü ilə aid foto izahında Bakı Şəhəri İcraiyyə Komitəsinin sədri kimi qeyd olunur. Ağamirzə Əhmədov isə Ləmbəranskidən əvvəlki şəxs kimi bioqrafik siyahılarda görünür. Nəticə ehtiyatla belə qoyulmalıdır. Açıq mənbələr əsasında ehtiyatlı nəticə belədir. 1966-cı ildən sonraki birbaşa varislik xətti tam aydın görünmür. Əli Kərimov, Aydın Məmmədov və digər adlar müxtəlif kontekstlərdə çəkilir. Lakin onların dəqiq və ardıcıl vəzifə xronologiyasını təsdiqləmək üçün arxiv protokolları və rəsmi təyinat qərarları ayrıca yoxlanmalıdır.
Bu qeyri-müəyyənlik öz-özlüyündə dramatikdir. Çünki şəhər davam edirdi, beton tökülürdü, layihələr razılaşdırılırdı, mədəniyyət obyektləri tikilirdi, mənzil problemi kağızlarda qalırdı, abadlıq planları dəyişirdi. Amma əsas fiqurun gedişindən sonra təsirin necə bölündüyünü yalnız ad siyasi ilə anlamaq mümkün deyil. Burada ikinci düyünə keçirik. Bakı Şəhər Partiya Komitəsi. Sovet sistemində şəhərin real idarəçiliyi təkcə icra komitəsinin sədrindən asılı deyildi. Partiya rəhbərliyi çox vaxt siyasi prioritetləri müəyyən edir, kadrları təsdiqləyir, hansı obyektin daha vacib sayılacağını, hansı problemin respublika rəhbərliyinə çıxarılacağını, hansı məsələnin isə aşağı səviyyədə saxlanılacağını müəyyənləşdirirdi. 1974-cü ilə aid foto izahında Əli Kərimov Bakı Şəhər Partiya Komitəsinin birinci katibi, Aydın Məmmədov isə Bakı Şəhəri İcraiyyə Komitəsinin sədri kimi qeyd olunur. Bu çox mühüm ipucudur, çünki göstərir ki, ən azı həmin dövrdə Bakı idarəçiliyi partiya rəhbəri və icra rəhbəri modelində işləyirdi. Bu model Ləmbəranski sonrası dövrü izah etmək üçün açardır. Əgər şəhərin gündəlik işləri icra komitəsində qalırdısa, siyasi prioritetlər partiya xəttində formalaşırdı. Əgər iri obyektlər üçün vəsait və plan lazımdırsa, Azərbaycan SSR Nazirlər Soveti və Dövlət Plan Komitəsi kimi daha yuxarı strukturlar işə girirdi. Əgər layihə memarlıq baxımından razılaşdırılmalı idisə, memarlıq idarələri və layihə institutları son sözün texniki tərəfini hazırlayırdı. Yəni Ləmbəranskinin gedişi ilə boşalan məkan yalnız bir kreslo deyildi. Bu bir koordinasiya üslubunun dağılması idi. Təsdiqlənmiş faktlar bizi ehtiyatlı danışmağa məcbur edir. Açıq mənbələr Ləmbəranskinin gedişindən sonra konkret gizli pay bölgüsü və ya qapalı qruplar arası razılaşma barədə sənədli sübut təqdim etmir. Bu cür iddiaları fakt kimi demək olmaz. Amma Sovet idarəçiliyində titul siyahıları, tikinti planları, maliyyələşmə qərarları, partiya bürosu protokolları, kadr siyahıları real sənəd kateqoriyaları idi. Buna görə bu səbəbdən bölünən paylar ifadəsi işlədilirsə, onun maddi mənfəət və ya korrupsiya ittihamı kimi yox, yalnız səlahiyyətlərin, kurasiya sahələrinin və sənədli nəzarət mexanizmlərinin bölüşdürülməsi mənasında izah etmək lazımdır. Konkret şəxslərin gizli razılaşmada və ya qanunsuz mənfəətdə iştirakı açıq mənbələrlə təsdiqlənmir. Əsl sual budur. Bakının hansı layihəsi hansı xəttə keçdi? Bakı funikuloru artıq istifadəyə verilmişdi və Ləmbəranski adı ilə bağlanırdı. Dövlət sirkinin yeni binası isə mənbələrdə 1967-ci illə əlaqələndirilir. Yəni, Ləmbəranskinin Bakıdan getməsindən sonra tamamlanan, amma onun dövrünü şəhərsalma impulsu ilə bağlı görünən obyektlərdən biri kimi təqdim edilə bilər. Dəniz vağzalı, Yaşıl teatr, bulvar, Kiçik Venesiya, mehmanxanalar və digər şəhər obyektləri isə bir daha göstərir ki, hər böyük tikintinin arxasında yalnız bir adamın adı yox, müxtəlif qurumların imzası dayanırdı. Burada bir araşdırma xətti açılır. Əgər 1966-cı ildən sonra hansısa layihə davam edirdisə, onun titul siyahısında kimlərin imzası vardı? Tikinti maliyyələşməsi hansı qərarla təsdiqlənmişdi? Bakı Şəhər Partiya Komitəsi həmin obyektlərə hansı prioriteti vermişdi? Bakı Şəhər İcraiyyə Komitəsi hansı abadlıq qərarlarını qəbul etmişdi? Azərbaycan SSR Nazirlər Soveti hansı sənədlərlə prosesə daxil olmuşdu? Layihə institutları ilkin konsepsiyanı dəyişmişdimi, yoxsa Ləmbəranski dövründən gələn xətti saxlamışdımı? Bu suallara cavab vermədən varis kim idi demək, şəhər detektivini sadə siyahıya çevirmək olardı. Halbuki burada siyahı yox, sistem danışır. Versiyalar hissəsini açıq ayıraq. Birinci versiya. Ləmbəranskinin mirası şəhər aparatında parçalandı. Bu versiyaya görə 1966-cı ildən sonra onun yaratdığı idarə etmə tərzi bir nəfərə keçmədi. Bakı Şəhər İcraiyyə Komitəsi, Bakı Şəhər Partiya Komitəsi, Azərbaycan KPMK, Nazirlər Soveti, tikinti və memarlıq strukturları arasında bölündü. Bu versiya Sovet idarəetmə mexanizminə uyğundur və mövcud açıq mənbələrlə ən yaxşı uyğunlaşır. İkinci versiya. 1966-cı ildən 1969-cu ilə qədər keçid dövrü idi. Bu illərdə Ləmbəranskinin adı şəhər rəhbərliyində artıq yox idi. Amma onun dövründə başlanmış impuls tam yoxa çıxmamışdı. Layihələr aparatın müxtəlif mərtəbələrində davam edir. Bəziləri tamamlanır, bəziləri yeni siyasi prioritetləri gözləyirdi. Üçüncü versiya. Əsl həlledici dönüş 1969-cu ildən sonra başladı. Çünki həmin il Heydər Əliyev Azərbaycan rəhbərliyinə gəldi və mənbələrə görə
Ləmbəranski Bakıya dəvət olundu. 1970-ci ildə isə Ləmbəranski Azərbaycan SSR Nazirlər Soveti sədrinin müavini təyin edildi. Bu, onun əvvəlki şəhərsalma təsirinin tam bitmədiyini, əksinə daha yüksək hökumət səviyyəsində yenidən formalaşdığını göstərir. İndi diqqət edin, bu detektivin ən maraqlı dönüş nöqtəsidir. Əgər sual belə qoyulursa ki, Ləmbəranski gedəndən sonra Bakı layihələri kimə keçdi? Cavab yalnız filankəs ola bilməz. Daha incə cavab belədir. Əvvəlcə təsir parçalandı, sonra isə onun bir hissəsi yenidən Ləmbəranskinin özünə qayıtdı. Amma artıq Bakı şəhər rəhbəri kimi yox, Respublika hökumətində tikinti sahəsinə nəzarət edən fiqur kimi. Bədii ehtimal, fakt deyil, bu keçid dövrünü belə təsəvvür edə bilər. Şəhər aparatında köhnə üslubu xatırlayanlar vardı. Amma artıq hər kəs yeni imzaların, yeni prioritetlərin, yeni balansların hara aparacağını gözləyirdi. Qərar otaqlarında adlar dəyişirdi. Lakin küçələrdə insanlar eyni suallarla yaşayırdı. Mənzil nə vaxt veriləcək? Hansı məhəllə söküləcək? Hansı prospekt genişlənəcək? Hansı bina tamamlanacaq? Hansı obyektin açılışı gecikəcək? Susan şahidlər dedikdə biz mütləq sir saxlayan insanlar haqqında danışmırıq. Bəzən şahidliyi susturan şey qorxu yox, sistemin dili olur. Protokol danışır, amma insan səsi eşidilmir. Qərar var, amma müzakirənin tomu yoxdur. İmza var, amma tərəddüd görünmür. Bir şəhərin taleyi sənədlərdə xırda cümlələrə bölünür. Sonra illər keçir və həmin cümlələrin arasından bütöv dövrü yenidən yığmaq lazım gəlir. Və bizim işimiz də elə budur. Bakının daş yaddaşı ilə arxiv kağızlarının səssizliyini qarşı-qarşıya qoymaq. 3-cü fəsil. Qayıdışdan əvvəlki boşluq. Bu bölgü hansı qurumların rolunu artırdı sualı? İttiham kimi deyil, idarə etmə mexanizmini anlamaq üçün vermək lazımdır. Açıq mənbələr əsasında konkret şəxsi gizli mənfəətdə, qanunsuz pay bölgüsündə və ya qapalı razılaşmada suçlamaq olmaz. Bu sualı ittiham kimi yox, araşdırma aləti kimi vermək lazımdır. Çünki təsdiqlənmiş faktlar əsasında heç bir konkret şəxsi gizli mənfəətdə, qanunsuz pay bölgüsündə və ya qapalı razılaşmada suçlamaq olmaz. Açıq mənbələr belə sübut təqdim etmir, amma kimin xeyrinə idi sualı, tarixi sistemlərin necə işlədiyini anlamaq üçün güclü sualdır. Bəzən bir adamın getməsi, başqa bir adamın yüksəlişi deyil, bütöv aparatın nəfəs alması demək olur. Bir mərkəzin boşalması, bir neçə mərkəzin güclənməsi demək olur. Bir üslubun dayanması, başqa üslubların görünməsi demək olur. Ləmbəranskinin gedişindən sonraki Bakı da məhz belə oxunmalıdır. Təsdiqlənmiş fakt budur ki, 1966-cı ildə o, Bakı şəhər rəhbərliyindən ayrılıb və Moskvada SSRİ, Nazirlər Soveti yanında Mikrobiologiya Sənayesi Baş İdarəsi rəisinin birinci müavini vəzifəsinə təyin edilib. Bu təyinatın arxasında hansı motivin dayandığı açıq mənbələrdə sübut olunmur. Bu yüksəliş idimi, kadr rotasiyası idimi, siyasi uzaqlaşdırma idimi, Respublika daxilində balansın dəyişməsi idimi? Bunların hər biri yalnız versiya kimi səslənə bilər. Fakt isə təyinatın özüdür. Vəli Axundovun Azərbaycan rəhbərliyində olduğu dövr, Ləmbəranskinin Bakı rəhbərliyi illəri ilə əsasən üst-üstə düşür. Ənvər Əlixanov isə həmin dövrün Nazirlər Soveti səviyyəsində şəhərsalma və mənzil sənədlərində adı keçən mühüm fiqurlardandır. Ləmbəranskinin imzası ilə Ənvər Əlixanova göndərilən arayış, qanunsuz tikililər və qeydiyyata alınmış sakinlər barədə məlumatlar şəhərin parlaq layihələri ilə sosial reallığı eyni masaya gətirən sənədlərdən biri kimi görünür. Bu, Ləmbəranski dövrünü yalnız nostalji işığında yox, idarə etmə məsuliyyəti və şəhər nəzarəti prizmasından da araşdırmağı tələb edir. Burada şəhərin iki üzü üzə çıxır. Birinci üz, rəsmi, mərasimli, şəhərsalma üzüdür. Yeni obyektlər, abadlıq, işıqlandırma, piyada zonaları, skamyalar, bulvar, mədəniyyət məkanları. Xatirələrdə Ləmbəranskinin şəhər detallarına, işıqlandırmaya, piyadalar üçün məkanlara, küçə estetikasına diqqət yetirdiyi vurğulanır. Bu, onun haqqında formalaşan, şəhərin zövqünü dəyişən rəhbər obrazını gücləndirir. İkinci üz, sənətli, çətin, sosial üzdür. Mənzil çatışmazlığı, qanunsuz tikililər, qeydiyyat problemi, aşağı səviyyəli işçilərin məsuliyyətə çəkilməsi, yüksək idarə etmə mərtəbələrinin isə daha mürəkkəb və dolay məsuliyyət sahəsində qalması. Bu xətt Bakının inkişafını yalnız estetik yüksəliş kimi deyil,
həm də idarəetmə böhranları ilə müşayiət olunan proses kimi göstərir. Ləmbəranski gedəndən sonra bu 200-də miras qaldı. Yalnız funikulyör, sirkin binası, bulvar və mehmanxanalar deyil, həm də mənzil problemi, sənədlərdəki qeyri-qanuni tikililər, aparat məsuliyyətinin bölünməsi, şəhərin böyümə ağrıları. Və bu mirası idarə etmək artıq bir nəfərin işi deyildi. 1969-cu ildə siyasi səhnədə yeni mərhələ başlayır. Heydər Əliyev Azərbaycan rəhbərliyinə gəlir. 1969-cu ildə siyasi səhnədə yeni mərhələ başlayır. Heydər Əliyev Azərbaycan rəhbərliyinə gəlir. Bioqrafik və publisistik mənbələrdə Ləmbəranskinin sonradan Bakıya qayıdışı bu yeni mərhələ ilə əlaqələndirilir. 1970-ci ildə Ləmbəranski Azərbaycan SSR Nazirlər Soveti sədrinin müavini olur. 1970-ci ildə Ləmbəranski Azərbaycan SSR Nazirlər Soveti sədrinin müavini olur. Bu təyinat araşdırmamız üçün mərkəzi dönüşdür. Çünki gedən adam geri qayıdır, amma eyni vəzifəyə yox. O artıq şəhər icraiyyə komitəsinin rəhbəri deyil. O, Respublika hökuməti səviyyəsində tikinti sahəsinə nəzarət edən fiqurdur. Bu qayıdış bütün əvvəlki sualları yenidən qurur. Əgər 1966-cı ildən sonra Ləmbəranski mirası müxtəlif qurumlara bölünmüşdüsə, 1970-ci ildən sonra həmin mirasın bir hissəsi yeni siyasi konfigurasiyada yenidən onun öz əlinə qayıdır. Bu sadəcə şəxsi karyera dönüşü deyil. Bu Bakı layihələrinin və ümumən Respublika tikintisinin idarəetmə səviyyəsinin dəyişməsi deməkdir. Təsdiqlənmiş fakt. Ləmbəranski 1970-ci ildən 1987-ci ilə qədər Azərbaycan SSR Nazirlər Soveti sədrinin müavini olub. Versiya. Onun əvvəlki Bakı təcrübəsi bu mərhələdə daha geniş miqyasda Respublika tikintisinin kurasiyasında istifadə edilib. Bədii ehtimal. Fakt deyil. O Bakıya qaydanda şəhər onu əvvəlki kimi yox, yarımçıq suallarla qarşıladı. Sanki küçələr, meydanlar, tikinti kranları və köhnə arayışlar bir ağızdan soruşurdu. Gedəndən sonra nə dəyişdi, nə itdi, nə saxlanıldı? Bu sualın cavabı arxivdədir. Azərbaycan KPMK bürosunun protokollarında, Bakı Şəhər Partiya Komitəsinin qərarlarında, Bakı Şəhər Soveti və İcraiyyə Komitəsinin sənədlərində, Azərbaycan SSR Nazirlər Sovetinin tikinti qərarlarında, Dövlət Plan Komitəsinin illik materiallarında, obyektlərin titul siyahılarında, Baş Memarlıq İdarəsinin razılaşdırmalarında, Şəhər Memarlıq Şurasının protokollarında, Dövrün qəzetlərinin sətraltı xəbərlərində. Bu sənədlər açılanda ehtimal ki, biz yalnız bir ad tapmayacağıq. Biz bir şəbəkə görəcəyik. İcraiyyə xətti, partiya xətti, hökumət xətti, layihə xətti, maliyyə xətti. Və həmin şəbəkənin içində Ləmbəranskinin gedişindən sonra yaranan boşluğu kimin, necə doldurduğunu anlamağa başlayacağıq. Amma ilk hissənin nəticəsi artıq aydındır. Ləmbəranskinin Bakıdan gedişi onun şəhər təsirinin ani şəkildə yox olması demək deyildi. Bu təsir əvvəlcə parçalandı, idarələr arasında yayıldı, protokollara və layihə siyahılarına bölündü. 1966-1969-cu illər üçün ən ehtiyatlı nəticə belədir. Ləmbəranskinin Bakı şəhər rəhbərliyindən gedişindən sonra nəzarət bir nəfər varisə yox, şəhər icraiyyə komitəsi, partiya strukturları, Respublika hökuməti, planlaşdırma və tikinti qurumları arasında bölüşən Sovet idarəetmə mexanizminə keçdi. 1970-ci ildən sonra isə Ləmbəranski Azərbaycan SSR Nazirlər Soveti sədrinin müavini kimi tikinti sahəsində daha yüksək hökumət səviyyəsində fəaliyyət göstərdi. Ona görə Bakı layihələri kimə keçdi sualının ən təhlükəsiz və faktoloji cavabı belədir. 1966-cı ildən 1969-cu ilə qədər nəzarət bir nəfər varisə yox, bir neçə Sovet strukturuna keçdi. 1970-ci ildən sonra isə Ləmbəranskinin özü Respublika səviyyəsində tikinti idarəçiliyinə qayıtdı. Ancaq bu cavab son deyil. Bu yalnız qapının açılmasıdır. Çünki arxivdə hələ başqa suallar qalır. 1966-cı ildə onun vəzifədən azad olunması hansı protokolla rəsmiləşdirildi? Yerinə kim və hansı qərarla təyin edildi? Bakı sirki, dəniz vağzalı, yaşıl teatr, mehmanxanalar və bulvar layihələri üzrə titul siyahılarında kimlərin imzası vardı? Bakı Şəhər Partiya Komitəsi hansı obyektləri prioritet saydı? Nazirlər Soveti hansı layihələrə maliyyə və siyasi ağırlıq verdi? Və ən əsası, Ləmbəranskinin adı kağızlardan çəkiləndə
Onun üslubu şəhərin içində nə qədər yaşadı? Bakı bəzən öz sirlərini daşlarda saxlayır, bəzən protokollarda, bəzən də hamının gördüyü, amma heç kimin axıra qədər oxumadığı binaların taleyində. Bu araşdırma həmin taleyi oxumağa başlayır. 4-cü fəsil. Xatirələrin dediyi və demədiyi. Bəzən bir şəhərin tarixini protokollar yox, insanların yaddaşında qalan xırda jestlər açır. Kabinetin qapısından çıxan adamın üzündəki yorğunluq, tikinti meydançasında verilən qısa göstəriş, gecə işıqlarının harda yanmalı olduğunu soruşan rəhbərin inadkarlığı, ya da illər sonra bir tədbirdə deyilən ehtiyatlı cümlə, hansı ki, faktın sərt dilindən çox, dövrün daxili havasını duymağa imkan verir. Lembaranski haqqında danışan xatirələrdə bu hava xüsusi yer tutur. Açıq mənbələrdə onun neft emalı sistemindən gəldiyi, zavodlarda rəhbər vəzifələrdə çalışdığı, mühəndis kimi formalaşdığı, şəhər idarəçiliyinə memar xəyalpərəstliyi ilə deyil, sənaye idarəçiliyinin sərt intizamı ilə daxil olduğu vurğulanır. Kamil Akimov kimi xatirə müəlliflərinin sözlərində Lembaranski operativ qərar verən, texniki məsələni anlayan, zavod problemini yalnız kağız üzərində yox, prosesin içindən görən rəhbər kimi təqdim olunur. Bu, təsdiqlənmiş bioqrafik xəttlə uyğun gəlir. O, Bakı şəhər rəhbəri olmamışdan əvvəl neft emalı sistemində yetişmişdi və məhz bu təcrübə sonradan şəhərsalma məsələlərinə yanaşmasında hiss olunurdu. Təsdiqlənmiş fakt budur. Lembaranski Azərbaycan Sənaye İnstitutunu bitirmiş, neft emalı sistemində çalışmış, müharibə illərinin ağır təcrübəsindən keçmiş və sonradan Bakı Şəhər İcraiyyə Komitəsinin sədri kimi tanınmışdır. Onun haqqında rəsmi yaddaşda dövlət idarəçiliyi, sənaye və mədəniyyət müəssisələrinin qurulması, Bakı infrastrukturunun təkmilləşdirilməsi sahəsində xidmətləri qeyd olunur. Xatirələr isə bu rəsmi çərçivəyə insan ölçüsü əlavə edir. Şəhərin işığına, piyada məkanlarına, skamyalara, küçələrin görünüşünə diqqət yetirən bir idarəçi obrazı. Amma xatirələr həmişə iki qat səslənir. Onlar bir tərəfdən insanı yaxınlaşdırır, digər tərəfdən susduqları yerlərlə araşdırmanı daha da dərinləşdirir. Çünki hər xatirə seçir, nə isə deyir, nə isə kənarda qoyur, nə isə zamanın ehtiyatlı dili ilə yumşaldır. Lembaranski haqqında danışılan xoş sözlərin yanında başqa sənət dili də dayanır. Mənzil çatışmazlığı, qeyri-rəsmi tikililər, qeydiyyat problemləri, böyüyən şəhərin nəzarətdən çıxan kənarları. Bir insanın idarəçilik portreti yalnız onun tikdirdiyi obyektlərlə deyil, onun dövründə həll olunmayan problemlərlə də tamamlanır və burada araşdırmanın emosional mərkəzi yaranır. Lembaranski yalnız prospektlərin, bulvarın, mədəniyyət saraylarının adamı deyildi. Lembaranski yalnız prospektlərin, bulvarın və mədəniyyət saraylarının adı ilə bağlı xatırlanan idarəçi deyildi. Onun Bakı rəhbərliyi dövrü həm də ciddi sosial sıxıntılar, xüsusilə mənzil çatışmazlığı və qeyri-rəsmi tikillər problemi ilə müşayiət olunurdu. Şəhərə yeni tikillər lazım idi. İnsanlara isə yaşayış sahəsi. Rəsmi planlar inkişaf xəttini göstərirdi. Amma ailələr bəzən illərlə növbə gözləyirdi. Şəhər mərkəzi dəyişirdi. Kənarlarda isə qeyri-rəsmi tikillər artırdı. Şəhərə yeni tikillər lazım idi, amma insanlara ev lazım idi. Rəsmi planlar gözəl görünürdü, amma ailələr bəzən illərlə növbə gözləyirdi. Şəhər mərkəzi dəyişirdi, amma kənarlarda qeyri-rəsmi tikillər artırdı. İşıqlandırılmış bulvarla dar yaşayış yerləri eyni Bakının iki ayrı səhifəsi idi. Açıq mənbələrdə Lembaranskinin Bakı rəhbərliyinə gətirilməsi ilə bağlı mənzil problemi xüsusi vurğulanır. Bir məqalədə onun yüksək səviyyəli müşavirədə neftçilərin ağır yaşayış şəraitindən danışdığı, bundan sonra şəhər rəhbərliyinə gətirildiyi epizod təsvir olunur. Bu epizodun dramaturji gücü böyükdür, çünki o, Lembaranskini sadəcə inzibati fiqur kimi yox, sosial ağrını görən idarəçi kimi təqdim edir. Amma eyni zamanda həmin sosial ağrı onun dövründə tam aradan qalxmır. Əksinə, sənədlərdə qanunsuz tikillər və qeydiyyat problemləri ilə daha sərt formada görünür. Təsdiqlənmiş faktları ayrıca deyək. Arxiv materiallarına əsaslanan araşdırmada 1956-cı ildən 1958-ci ilə qədər Bakıda 9271 qanunsuz tikilinin inşa edildiyi, 1958-ci ildən 1964-cü ilə qədər isə 3852 belə tikilinin olduğu göstərilir. 1964-cü ilin fevralında
Ləmbəranskinin imzası ilə Ənvər Əlixanova göndərilən arayışda 3852 qeyri-qanuni tikili və həmin tikililərdə 12151 qeydiyyata alınmış sakin qeyd olunur. Bu faktlar Ləmbəranski obrazını zəiflətmir. Əksinə, onu daha mürəkkəb və insani edir. Çünki böyük idarəçilərin faciəsi bəzən məhz buradadır. Onlar şəhərin simasını dəyişə bilirlər, amma şəhərin bütün yaralarını eyni anda sağalda bilmirlər. Bir tərəfdən yeni obyektlərin açılışını görürlər, digər tərəfdən arayışlarda gizlənən narahatlığı daşıyırlar. Bir tərəfdən planın dili ilə danışırlar, digər tərəfdən insanların gündəlik ehtiyaclarının ağırlığı onların masasından keçən sənədlərə çökür. Versiya kimi belə demək olar. Ləmbəranskinin idarəçilik üslubu şəhəri sürətlə hərəkətə gətirmək, böyük layihələri koordinasiya etmək və Bakıya yeni estetik ritm vermək üzərində qurulmuşdu. Amma həmin sürət eyni zamanda mənzil böhranının, nəzarətsiz genişlənmənin və sosial təzyiqin bütün ağırlığını tam həll edə bilmirdi. Bu şəxsi ittiham deyil, bu Sovet şəhərsalma sisteminin daxili gərginliyidir. Bədii ehtimal, yəni fakt olmayan rekonstruksiya isə belə görünə bilər. Geç saatlarda şəhər rəhbərinin masasının üstündə iki fərqli sənəd yanaşı qalırdı. Birində yeni mədəniyyət obyektinin eskizi, digərində isə qeyri-rəsmi tikililər haqqında arayış. Bir sənəd şəhərin gələcək üzünü vəd edirdi. O biri sənəd indiki ağrısını xatırladırdı. Bu səhnə konkret sənədli fakt kimi təsdiqlənmir, amma dövrün mənəvi ziddiyyətini ifadə etmək üçün istifadə oluna bilər. Ləmbəranski 1966-cı ildə Bakıdan gedəndə bu ziddiyyətlər də onun arxasında qaldı. Şəhər yalnız memarlıq irsi ilə deyil, yarımçıq sosial suallarla da növbəti idarəçilərin masasına keçdi. Buna görə onun gedişindən sonra nəzarətin kimə keçdiyini soruşmaq, təkcə layihələrin kuratorlarını axtarmaq deyil, həm də insan talelərinin hansı aparat mərtəbəsində görünməzləşdiyini anlamaqdır. Çünki şəhər layihəsi dediyimiz şey sadəcə bina deyil. O köçürülən ailədir, gözləyən növbədir, işə gedən fəhlənin yolu, axşam bulvarda gəzən gəncin rahatlığı, zirzəmidən çıxmaq istəyən ailənin ümidi, məmurun imzaladığı arayış və memarın çəkdiyi xətt arasında qalan böyük insan məsafəsidir. Məhz bu məsafə Ləmbəranski hekayəsini siyasi detektivdən daha artıq bir şeyə çevirir. Burada təkcə kim haraya təyin olundu sualı yoxdur. Burada daha ağır sual var. Şəhərin gözəlləşməsi hansı insan qiyməti ilə baş verirdi və bu qiyməti kim görürdü? 5-ci fəsil. Son saatlar yox, son günlərin ağırlığı. Ləmbəranskinin Bakı şəhər rəhbərliyindən ayrıldığı 1966-cı ili təsəvvür edəndə, onu gürultulu səhnə kimi qurmaq cazibədar görünə bilər. Sanki kabinetdə hamı nəfəsini saxlayır, telefonlar susur, qovluqlar bağlanır, şəhər isə gözləyir. Amma sənədli ehtiyat tələb edir ki, biz burada sərhəddə aydın çəkək. Belə səhnələr fakt deyil, yalnız bədii ehtimal ola bilər. Təsdiqlənmiş olan isə daha sakit, daha quru, amma bəlkə də daha təsirli faktın özüdür. Ləmbəranski Bakı şəhər rəhbərliyindən gedir və Moskvaya SSRİ Nazirlər Soveti yanında Mikrobiologiya Sənayesi Baş İdarəsi rəisinin birinci müavini vəzifəsinə təyin olunur. Bu təyinatın motivi açıq mənbələrdə dəqiq açılmır. Ona görə burada hər ehtimalı ehtiyatla ayrıca qoymaq lazımdır. Təsdiqlənmiş fakt. 1966-cı ildə Ləmbəranski Bakı rəhbərliyindən ayrılmış və Moskvada yeni vəzifəyə təyin edilmişdir. Versiyalar. Bu təyinat kadr rotasiyası ola bilərdi, yüksəliş kimi təqdim oluna bilərdi. Respublika daxilində idarəetmə balansının dəyişməsi ilə bağlı ola bilərdi. Yaxud sadəcə Sovet mərkəzi aparatının ehtiyaclarından doğan qərar ola bilərdi. Açıq mənbələr bu versiyalardan hansının əsas olduğunu sübut etmir. Bədii ehtimal fakt deyil. Son günlərdə Ləmbəranski şəhərin artıq özündən asılı olmayan ritmi hiss edə bilərdi. Tikinti meydançaları işləyir, planlar davam edir, telefonlar çalır, amma qərarın mərkəzi yavaş-yavaş başqa yerə çəkilirdi. Bu sənədli iddia deyil, yalnız insan psixologiyasını göstərən dramaturji quruluşdur. Gedən rəhbərin faciəsi bəzən onun getməsində deyil, arxasında qalanların hələ də onun adı ilə ölçülməsindədir. Ləmbəranski Bakını tam tərk etmirdi. Onun qurduğu idarəçilik vərdişi, başladığı və ya adı ilə bağlanan layihələr, şəhərin estetik istiqaməti, mənzil böhranına dair sənədlər və aparatın ona alışmış koordinasiya ritmi Bakıda qalırdı. Amma artıq həmin ritmin başında o yox idi.
Bu keçid dövrü insan üçün də, sistem üçün də ağırdı. Sistem dərhal yeni imzalar tapır, yeni iclaslar keçirir, yeni protokollar yazır. İnsan isə yaddaşda daha gec dəyişir. Dünən qərar üçün bir qapıya baxan layihəçi bugün başqa qapıya baxmalı olur. Dünən bir üsluba uyğunlaşan məmur bugün başqa prioritetləri oxumağa çalışır. Dünən bir telefon zəngi ilə sürətlənən məsələ bugün daha uzun dövrə vurur. Bütün bunlar sənədlərdə görünməyə bilər, amma idarəetmənin gündəlik havasında hiss olunur. Ləmbəranski sonrası Bakı məhz bu hava ilə nəfəs alırdı. Açıq mənbələr bizə 1966-cı ildən 1970-ci ilə qədər olan birbaşa varislik xəttini tam aydın göstərmir. Bu faktoloji boşluqdur və onu uydurma adlarla doldurmaq olmaz. Əli Kərimov adı bəzi siyahılarda Bakı şəhər idarəçiliyi ilə əlaqələndirilir. Başqa mənbələrdə isə 1974-cü ildə Bakı Şəhər Partiya Komitəsinin birinci katibi kimi görünür. Aydın Məmmədov 1974-cü ilə aid foto izahında Bakı Şəhəri İcraya Komitəsinin sədri kimi qeyd olunur. Bu məlumatlar mühüm ipuclardır, amma 1966-cı ildən dərhal sonraki bütün ardıcıllığı dəqiq bərpa etməyə kifayət etmir. Ona görə ən dürüst nəticə belədir. Ləmbəranskinin Bakı şəhər rəhbərliyindən gedişindən sonra onun yerinə kimin hansı tarixdə və hansı qərarla təyin edildiyini açıq mənbələr əsasında tam aydın göstərmək mümkün deyil. Bunun üçün Bakı Şəhər Soveti, Bakı Şəhər İcraya Komitəsi, Bakı Şəhər Partiya Komitəsi və Azərbaycan KPMK protokolları ayrıca yoxlanmalıdır. Bu qeyri-müəyyənlik araşdırmanın zəifliyi deyil, onun əsas mövzusudur. Çünki Sovet sistemində hakimiyyət həmişə bir adla görünmürdü. Bəzən səlahiyyət bir kabinetdən çıxıb bir neçə dəhlizə yayılırdı. Bəzən formal rəhbər başqa idi, siyasi ağırlıq başqa yerdə dayanırdı. Bəzən maliyyə qərarı hökumətdə, prioritet partiyada, layihə isə institutda formalaşırdı. Və bu səbəbdən Ləmbəranski dövrünün şəhər təsiri onun gedişindən sonra bir varisə yox, bütöv mexanizmə keçdi. Bu mexanizmin insan qiyməti isə çox vaxt kənarda qalır. Çünki nəzarət parçalananda məsuliyyət də parçalanır. Bir ailə mənzil gözləyəndə onun qarşısında tək bir qapı olmur. Şəhər icrayəsi, mənzil idarələri, plan, tikinti, partiya, təsdiq, növbə, qeydiyyat, sənəd, komissiya, hər kəs öz sahəsini göstərir. Amma insan problemi bütöv qalır. Şəhər böyüdükcə bu parçalanmış məsuliyyət insanların gündəlik həyatına çevrilir. Kiminsə evi gecikir, kiminsə məhəlləsi plan xəttinə düşür, kiminsə tikdiyi yer sənəddə qeyri-rəsmi görünür, kiminsə ümid etdiyi mənzil başqa siyahıda qalır. Ləmbəranskinin gedişindən sonra Bakı layihələrinin kimə keçdiyini soruşanda, bu sualın ən ağır cavabı bəlkə də belədir. Layihələr idarələr arasında bölündü. Amma onların nəticələrini insanlar tək-tək yaşadı. Təsdiqlənmiş faktlar bizi bir daha mərkəzi xəttə qaytarır. Bakı Şəhər İcraya Komitəsi, gündəlik şəhər təsərrüfatı və yerli qərarların daşıyıcısı idi. Bakı Şəhər Partiya Komitəsi və Azərbaycan KPMK siyasi nəzarət və kadr prioritetlərini müəyyənləşdirirdi. Azərbaycan SSR Nazirlər Soveti iri obyektlər, maliyyə və respublika miqyaslı planlaşdırma üçün əsas səviyyə idi. Tikinti, memarlıq və layihə institutları isə qərarları həyata keçirən texniki və yaradıcı aparatı idi. Ləmbəranski getdikdən sonra bütün bu xəttlər daha görünən oldu. Bədii ehtimal, fakt deyil. O illərdə hansısa layihəçi köhnə eskizin kənarında Ləmbəranski dövründən qalan qeydi saxlamış ola bilərdi. Hansısa məmur yeni iclasda əvvəlki rəhbərin adını çəkmədən onun üslubunu davam etdirməyə çalışmış ola bilərdi. Hansısa tikinti sahəsində ustalar sadəcə işi davam etdirirdi, çünki şəhər idarəçilərdən fərqli olaraq fasilə tanımırdı. Bunlar sənədli təsdiqi olmayan atmosfer səhnələrdir, amma keçid dövrünün psixologiyasını anlamağa kömək edir. Ən mühüm dönüş isə hələ qarşıdadır. 1969-cu ildə Heydər Əliyev Azərbaycan rəhbərliyinə gəlir. Mənbələrə görə Ləmbəranski sonradan Bakıya dəvət olunur və 1970-ci ildə Azərbaycan SSR Nazirlər Soveti sədrinin müavini təyin edilir. Burada siyasi detektivin ritmi dəyişir. Gedən adam geri qayıdır. Amma bu qayıdış nostalji deyil, bu səlahiyyət səviyyəsinin dəyişməsidir. O əvvəl şəhərin rəhbəri idi, indi isə respublika tikintisi ilə bağlı daha yuxarı hökumət mövqeyində görünür.
Bu qayıdış əvvəlki illərin boşluğunu tam izah etmir, amma onun mənasını dəyişir. Çünki 1966-cı ildən sonra Ləmbəranski təsirinin parçalandığını deyiriksə, 1970-ci ildən sonra həmin təsirin bir hissəsinin yenidən mərkəzləşdiyini də deməliyik. Əvvəl o, şəhər miqyasında koordinasiya edən fiqur idi. Sonra respublika miqyasında tikinti sahəsində rol alan hökumət fiquruna çevrildi. Versiya olaraq belə demək olar. Heydər Əliyevin rəhbərliyə gəlişindən sonra Ləmbəranskinin əvvəlki Bakı təcrübəsi yeni siyasi mərhələdə faydalı resurs kimi yenidən qiymətləndirildi. Bu versiya açıq mənbələrdə onun Bakıya qaytarılması və tikinti sahəsinə rəhbərlik etməyə çağırılması barədə məlumatlarla uyğunlaşır. Amma bu prosesin bütün daxili motivləri, qərar otaqlarında necə müzakirə edildiyi, hansı şəxsi münasibətlər və idarəetmə hesabları üzərində qurulduğu, ayrıca arxiv və xatirə araşdırması tələb edir. Bədii ehtimal fakt deyil. Qayıdış anında Ləmbəranski üçün Bakı həm tanış, həm də yad görünə bilərdi. Tanış idi, çünki onun dövrünün izləri küçələrdə qalırdı. Yad idi, çünki o izlərin üzərinə başqa imzalar, başqa qərarlar, başqa siyasi dövr gəlmişdi. İnsan öz şəhərinə qaydanda bəzən küçələri yox, keçmiş qərarlarının nəticələrini görür. Bu, hakimiyyətin ən səssiz faciələrindən biridir. Rəhbər getdiyini düşünür, amma qərarları qalır. Qayıtdığını düşünür, amma artıq eyni şəhərə qayıtmış. 6-cı fəsil. Ailə yaddaşı, dövlət yaddaşı və şəhərin verdiyi hökm. Bir insanın rəsmi bioqrafiyası onun tarixdəki yerini müəyyən edə bilər, amma onun əsl izini çox vaxt ailə yaddaşı, şəhər yaddaşı və dövlət yaddaşı birlikdə yaradır. Ləmbəranski haqqında danışanda bu üç yaddaşın üst-üstə düşdüyü və bəzən bir-birindən ayrıldığı yerlər xüsusilə maraqlıdır. Dövlət yaddaşı daha aydındır. 1914-cü ilin mayında anadan olmuş Əliş Cəmiloğlu Ləmbəranski 1999-cu ilin mayında Bakıda dünyadan köçmüşdü. Onun 100 illik yubileyinin 2014-cü ildə dövlət səviyyəsində qeyd olunması haqqında sərəncam imzalanmışdı. Bu sərəncamda onun dövlət idarəçiliyi, sənaye və mədəniyyət müəssisələrinin qurulması, Bakı infrastrukturunun təkmilləşdirilməsi sahəsində xidmətləri rəsmi şəkildə tanınır. Bu faktoloji baxımdan mühüm məqamdır. Ləmbəranski yalnız xatirə adamı deyil, rəsmi yaddaşda saxlanılan dövlət xadimidir. Şəhər yaddaşı isə daha mürəkkəbdir. Şəhər insanı heykəl kimi saxlamır. Şəhər insanın qərarlarını yaşayır, dəyişdirir, bəzən unudur, bəzən yenidən kəşf edir. Bakıda Ləmbəranski adı ilə bağlanan obyektlər yalnız memarlıq nöqtələri deyil, bir dövrün emosional xəritəsidir. Funikulyor yalnız nəqliyyat qurğusu deyil, şəhərin relyefini gündəlik həyata bağlayan rəmzdir. Bulvar yalnız gəzinti yeri deyil, Bakının özünü dənizə necə göstərdiyinin səhnəsidir. Mehmanxanalar yalnız bina deyil, Sovet şəhərinin özünü modern və açıq göstərmək istəyinin fasadıdır. Mədəniyyət obyektləri yalnız tədbir məkanı deyil, şəhərin öz sakinlərinə və qonaqlarına verdiyi estetik və siyasi mesajdır. Amma ailə yaddaşı haqqında açıq mənbələrdə geniş faktoloji material olmadığı üçün burada çox ehtiyatlı olmaq lazımdır. Biz Ləmbəranskinin ailə daxilində necə xatırlandığını, yaxınlarının hansı şəxsi xatirələri daşıdığını, evdə onun haqqında hansı cümlələrin qaldığını sənədli fakt kimi uydura bilmərik. Buna görə bu xətt yalnız ümumi insani çərçivədə bədii ehtimal kimi işlənə bilər. Təsdiqlənmiş fakt. Ləmbəranski uzun dövlət və sənaye idarəçiliyi yol keçmiş, Bakı şəhər rəhbərliyində və daha sonra Azərbaycan SSR Nazirlər Soveti sədrinin müavini kimi çalışmış, rəsmi yaddaşda xidmətləri tanınmış şəxsdir. Versiya. Onun ailə və yaxın çevrə yaddaşında dövlət vəzifələrinin arxasında yorğun, qərarlarının ağırlığını daşıyan, şəhər problemlərini şəxsi məsuliyyət kimi qəbul edən insan obrazı qalmış ola bilər. Bu yalnız ehtimaldır və açıq mənbələrlə təsdiqlənmiş şəxsi ailə xatirəsi kimi təqdim olunmamalıdır. Bədii ehtimal fakt deyil. Gecə evə qayıdan bir dövlət adamı şəhərin işıqlarına baxıb, gün ərzində imzaladığı sənədləri xatırlaya bilərdi. Bir tərəfdə yeni tikiləcək obyektin sevinci, o biri tərəfdə mənzil növbəsində gözləyən insanların susqun ağırlığı. Bu səhnə sənədli fakt deyil, yalnız insan ölçüsünü göstərən dramaturji təsəvvürdür. Ləmbəranskinin insan qiyməti də məhz burada görünür. Dövlət adamı üçün qərar heç vaxt yalnız kağız deyil,
Hər qərar kimin üçünsə yol açır, kimin üçünsə gözlənti yaradır, kimin üçünsə narahatlıq gətirir. Şəhər rəhbəri olanda bu daha ağırdır. Çünki şəhər abstrakt məkan deyil. Səhər çörək alan adamdır, məktəbə gedən uşaqdır, növbədə dayanan ailədir, tikinti meydançasında çalışan fəhlədir, dəniz kənarında nəfəs alan yaşlı insandır. Şəhərin hər qərarı insanların həyatına toxunur. Bəzən yumşaq, bəzən ağrılı, bəzən gecikmiş şəkildə. Ləmbəranski dövrünün parlaq tərəfi Bakının görünüşündə qalır. Amma onun kölgə tərəfi sənədlərdə qalır. Qanunsuz tikililər barədə arayışlar, qeydiyyat rəqəmləri, mənzil çatışmazlığının idarə etmə dili, aşağı səviyyəli işçilərin üzərinə düşən məsuliyyət və böyük sistemin özünü qoruyan susqunluğu. Bu xətt heç bir şəxsi ittiham kimi səslənməməlidir. Açıq mənbələr konkret gizli pay bölgüsü, şəxsi mənfəət və ya qapalı razılaşma barədə sübut təqdim etmir. Amma sistemin sosial gərginliyi, mənzil böhranı və şəhər nəzarətinin çətinliyi faktoloji araşdırma üçün real və güclü mövzudur. İndi əsas sualı yenidən verək. Ləmbəranskinin gedişindən sonra Bakı layihələri kimin nəzarətinə keçdi? Mövcud açıq mənbələrə əsaslanan ehtiyatlı cavab belədir. 1966-cı ildən sonra Bakı layihələri üzərində nəzarətin yalnız bir nəfər varisə keçdiyini təsdiqləyən aydın faktoloji baza görünmür. Gündəlik şəhər təsərrüfatı Bakı Şəhər İcraiyyə Komitəsi və Bakı Şəhər Soveti xəttində qalırdı. Siyasi nəzarət Bakı Şəhər Partiya Komitəsi və Azərbaycan KPMK xəttində formalaşırdı. İri obyektlər, maliyyə və planlaşdırma isə Azərbaycan SSR Nazirlər Soveti, Dövlət Plan Komitəsi, Tikinti Nazirlikləri, Memarlıq və Layihə İnstitutları vasitəsilə davam edirdi. 1969-cu ildən sonra Heydər Əliyevin Respublika rəhbərliyinə gəlməsi ilə yeni mərhələ başladı. 1970-ci ildə isə Ləmbəranski Azərbaycan SSR Nazirlər Soveti sədrinin müavini kimi tikinti sahəsinə daha yüksək hökumət səviyyəsində qayıtdı. Gündəlik şəhər təsərrüfatı Bakı Şəhər İcraiyyə Komitəsi və Bakı Şəhər Soveti xəttində qaldı. Siyasi nəzarət Bakı Şəhər Partiya Komitəsi və Azərbaycan KPMK xəttində formalaşdı. İri obyektlər, maliyyə və planlaşdırma, Azərbaycan SSR Nazirlər Soveti, Dövlət Plan Komitəsi, Tikinti Nazirlikləri, Memarlıq və Layihə İnstitutları vasitəsilə davam etdi. 1969-cu ildən sonra Heydər Əliyevin rəhbərliyə gəlməsi ilə yeni mərhələ başladı. 1970-ci ildə isə Ləmbəranski Azərbaycan SSR Nazirlər Soveti sədrinin müavini kimi tikinti sahəsinə daha yüksək hökumət səviyyəsində qayıtdı. Versiya kimi cavab, 1966-cı ildən 1969-cu ilə qədər Bakı layihələri keçid rejimində müxtəlif aparat xəttləri arasında bölünmüş nəzarətlə idarə olundu. 1970-ci ildən sonra isə əvvəlki şəhərsalma təcrübəsi Respublika tikintisinin kurasiyasında yenidən aktuallaşdı və Ləmbəranski özü yeni siyasi konfigurasiyada mühüm fiqur kimi qayıtdı. Bədii ehtimal, fakt deyil. Şəhər sanki onu əvvəlcə itirdi, sonra başqa səlahiyyətlə geri aldı. Amma bu qayıdış artıq əvvəlki dövrün davamı yox, onun yenidən yazılması idi. Bu hekayədə ən təhlükəli yol sadə cavab axtarmaqdır. Çünki sadə cavab yoxdur. Ləmbəranski nə tamamilə şəhərdən silindi, nə də onun bütün mirası bir nəfərin adına yazıldı. Onun gedişi boşluq yaratdı. Boşluq isə Sovet idarəçiliyinin çoxmərtəbəli mexanizmi ilə dolduruldu. Bu mexanizm bəzən effektiv idi, bəzən ağır, bəzən sürətli, bəzən insan səsini eşitməyəcək qədər bürokratik. Amma şəhər həmin mexanizmin içində böyüdü. Ən vacib nəticə budur. Ləmbəranskinin mirası yalnız binalarda deyil, idarə etmə sualında yaşayır. Bir şəhəri dəyişən adam gedəndən sonra həmin dəyişiklik kimin əlinə keçir? Sənədlərin, partiya qərarlarının, icra protokollarının, plan komitələrinin, layihə institutlarının, tikinti nazirliklərinin və yeni siyasi rəhbərliyin əlinə. Amma nəticəni yaşayan yenə şəhər sakinləridir. Bakı bu dövrü həm xatırlayır, həm də hələ tam izah olunmamış suallarla saxlayır. Xatırlayır, çünki obyektlər qalır. Suallar qalır, çünki protokolların, kadr keçidlərinin, mənzil böhranının və qeyri-rəsmi tikililərlə bağlı qərarların bütün detalları açıq mənbələrdə tam görünmür və əlavə araşdırma tələb edir. Xatırlayır, çünki obyektlər qalır. Gizlədir, çünki protokollar
hələ tam açılmayıb. Xatırlayır çünki Ləmbəranski adı şəhər yaddaşında müsbət və güclü obraz kimi yaşayır. Gizlədir. Çünki mənzil böhranının, qeyri-rəsmi tikililərin, səlahiyyət bölgüsünün və kadr keçidlərinin bütün detalları hələ də əlavə araşdırma istəyir. Bu ikinci hissənin sonunda biz artıq bir siyasi detektivin xəritəsini görürük. Birinci xətt. Gedən rəhbər. İkinci xətt. Parçalanan nəzarət. Üçüncü xətt. Sosial qiymət. Dördüncü xətt. Qayıdış. Beşinci xətt. Dövlət yaddaşı ilə şəhər yaddaşı arasında qalan insan. Ləmbəranski haqqında hekayə buna görə yalnız keçmiş deyil. Bu, hər dövrdə verilən sualdır. Şəhərin inkişafı kimin adı ilə başlayır, kimin imzası ilə davam edir və kimin həyatı ilə ödənilir? Arxivlər açılanda bəlkə də yeni adlar görünəcək. Bəlkə titul siyahılarında unudulmuş imzalar tapılacaq. Bəlkə Bakı Şəhər Partiya Komitəsinin protokollarında hansı obyektin, hansı səbəbdən prioritet sayıldığı aydınlaşacaq. Bəlkə Nazirlər Sovetinin qərarlarında tikinti xəttinin necə dəyişdiyi daha dəqiq görünəcək. Bəlkə də ən böyük tapıntı sensasiya yox, sistemin necə işlədiyini göstərən sakit sənəd olacaq. Amma artıq indi bilinən budur. Ləmbəranskinin gedişindən sonra Bakı layihələri bir nəfərin nəzarətinə keçmədi. Onlar Sovet aparatının müxtəlif qatlarına dağıldı. Sonra isə həmin hekayənin əsas fiquru yeni mərhələdə, daha yüksək hökumət səviyyəsində şəhərə və respublika tikintisinə qayıtdı. Və bu qayıdış sənədli fakt baxımından peşəkar karyeranın yeni mərhələsi kimi görünür. Bədii ehtimal kimi isə demək olar, şəhəri bir dəfə dəyişən adam geri qaydanda yalnız daşları deyil, öz qərarlarının uzun kölgəsində görmüş ola bilərdi. Bu fakt deyil, dramaturji şərtdir. 7-ci fəsil. Arxivlərin sustuğu yer. Arxivdə ən ağır səs kağızın xışıltısı deyil. Ən ağır səs kağızın olmadığı yerdə başlayır. Qovluq açılır, siyahı görünür. Protokolun dili rəsmi və soyuqdur. Adlar bir-birinin ardınca düzülür. Qərarlar sakit şəkildə yazılır. Amma birdən ardıcıllıq qırılır. Bir səhifə çatmır. Bir imza görünmür. Bir təyinatın izi yarımçıq qalır. Və tarixçi anlayır ki, bəzən ən vacib sənəd tapılan sənəd deyil, tapılmayan sənəddir. Təsdiqlənmiş fakt budur. Əliş Cəmiloğlu Ləmbəranski 1966-cı ildə Bakı şəhər rəhbərliyindən ayrılıb və Moskvada SSRİ Nazirlər Soveti yanında Mikrobiologiya Sənayesi Baş İdarəsi rəisinin birinci müavini vəzifəsinə təyin olunub. Açıq mənbələr onun Bakı şəhər İcraiyyə Komitəsindəki birbaşa varisliyini tam aydın göstərmir. Bu boşluq uydurma ilə doldurulmamalıdır. Əksinə, həmin boşluq araşdırmanın əsas qapısı kimi saxlanmalıdır. Təsdiqlənmiş fakt budur ki, Ləmbəranskinin gedişindən sonra Bakının gündəlik şəhər təsərrüfatı Bakı şəhər İcraiyyə Komitəsi və Bakı şəhər Soveti xəttində qalırdı. Siyasi nəzarət Bakı şəhər Partiya Komitəsi və Azərbaycan KPMK xətti ilə formalaşırdı. İri obyektlər, maliyyə, planlaşdırma və respublika miqyaslı tikinti isə Azərbaycan SSR Nazirlər Soveti, Dövlət Plan Komitəsi, Tikinti Nazirlikləri, memarlıq və layihə institutları vasitəsilə davam edirdi. Amma burada ikinci qat başlayır. Versiya budur. 1966-cı ildən sonraki sənədlərin ən vacib hissəsi adi təyinat qərarlarında yox, protokolların kənarında, titul siyahılarında, layihə razılaşdırmalarında, maliyyələşmə qeydlərində və tikinti obyektlərinin kuratorluq xəttində gizlənmiş ola bilər. Çünki Sovet aparatında şəhəri idarə edən yalnız açıq elan edilmiş vəzifə deyildi. Şəhəri idarə edən həm də imza ardıcıllığı idi. Kim hansı obyektə razılıq verdi? Kim hansı tikintini prioritet saydı? Kim hansı planı yuxarıya çıxardı? Kim hansı məsələni komissiyanın uzun dəhlizlərinə göndərdi? Bədii ehtimal fakt deyil. Təsəvvür etmək olar ki, hansısa arxiv qovluğunda Ləmbəranski dövründən qalan layihə siyahısı sonrakı illərin sənədləri ilə bir yerdə saxlanılıb. Bir səhifədə bulvarın abadlıq xətti, bir səhifədə mehmanxana tikintisi, bir səhifədə mənzil fondu, bir səhifədə qeyri-rəsmi tikililər haqqında quru arayış. Sonra isə səhifələr arasında boşluq. Sanki şəhərin nəfəsi bir anlıq dayanır. Bu səhnə sənədli fakt kimi təsdiqlənmir, amma araşdırmanın dramatik həqiqətini ifadə edir. Keçid dövrünün əsas sualı arxivdəki fasilələrdə gizlənir.
Məhv edilmiş səhifələr haqqında ehtiyatlı danışmaq lazımdır. Açıq mənbələr. Ləmbəranski sonrası Bakı layihələri üzrə konkret sənədlərin qəsdən məhv edildiyini sübut etmir. Ona görə bunu fakt kimi demək olmaz. Amma arxiv araşdırmasının təbiəti belədir. Bəzən sənəd tam olur, bəzən natamam. Bəzən protokol qalır, əlavə siyahı itir. Bəzən qərar görünür, müzakirə görünmür. Bəzən təyinat məlumdur, amma onun hansı məntiq üzərində verildiyi qaranlıq qalır. Məhz bu natamamlıq araşdırmanı təhlükəli yox, daha ciddi edir. Təsdiqlənmiş faktlar bizi yenidən Bakı sirki, Dəniz vağzalı, Yaşıl teatr, Bulvar, Kiçik Venesiya, Azərbaycan, Moskva, Abşeron mehmanxanaları və başqa obyektlər ətrafında aparılan müzakirələrə qaytarır. Açıq mənbələrdə bu obyektlərin bir qismi Ləmbəranskinin adı və ya onun şəhər rəhbərliyi dövrünün şəhərsalma impulsu ilə əlaqələndirilir. Bir qismi isə sonrakı hökumət mərhələsində daha geniş tikinti xəttinin tərkibində görünür. Buna görə hər obyekt ayrıca sənəd zənciri ilə yoxlanmalıdır. Açılış nitqi başqa şeydir, titul siyahısı başqa, xatirə başqa şeydir, maliyyə qərarı başqa, şəhər yaddaşı başqa şeydir, arxiv ardıcıllığı başqa. Bu obyektlərin bir hissəsi Ləmbəranski adı ilə xatırlanır. Bir hissəsi onun şəhər rəhbərliyi dövrünün impulsu ilə bağlı görünür. Bir hissəsi isə sonrakı hökumət mərhələsində daha geniş tikinti xəttinə daxil olur. Amma hər bir obyektin arxasında ayrı sənəd taleyi var. Açılış nitqi başqa şeydir, titul siyahısı başqa, xatirə başqa şeydir, maliyyə qərarı başqa, şəhər yaddaşı başqa şeydir, arxiv ardıcıllığı başqa. Versiya olaraq belə demək olar. Ləmbəranski gedəndən sonra ən böyük dəyişiklik layihələrin fiziki dayanması deyil, onların idarəetmə xəritəsinin dəyişməsi idi. Bir vaxtlar onun koordinasiya üslubu ilə sürətlənən məsələlər indi daha açıq şəkildə müxtəlif qurumların arasında bölünürdü. Bu bölgüdə Bakı Şəhər İcraiyyə Komitəsi bir qapı idi. Partiya xətti ikinci qapı, Nazirlər Soveti üçüncü qapı, Plan və Layihə İnstitutları isə dördüncü qapı. Şəhər həmin qapılar arasında hərəkət edirdi və burada araşdırmanın qaranlıq kəlməsi görünür. Xəyanət. Bu sözü ehtiyatla işlətmək lazımdır. Açıq mənbələr konkret şəxslərin Ləmbəranskiyə xəyanət etdiyini, onun layihələrini gizli şəkildə bölüşdürdüyünü və ya qanunsuz mənfəət əldə etdiyini sübut etmir. Belə ittiham fakt kimi deyilə bilməz. Amma başqa cür xəyanət var. Yaddaşa xəyanət, məsuliyyətə xəyanət, şəhərin insan səsinə xəyanət. Sistem bir adamın adını mərasimlərdə saxlaya bilər, amma onun dövrünün çətin suallarını sənədlərin səssizliyinə ata bilər. Sistem gözəl binaları xatırlaya bilər, amma mənzil böhranının ağrılarını arxa plana çəkə bilər. Sistem uğuru bir adla bağlaya bilər, amma məsuliyyəti ham arasında bölərək görünməz edə bilər. Əsl xəyanət bəlkə də buradaydı. Şəhərin gözəlləşən üzünü yaddaşa vermək, ağır sosial suallarını isə protokolların dar cümlələrinə sıxışdırmaq. Bədii ehtimal fakt deyil. Arxivdə gec saatlarda işləyən bir tədqiqatçı düşünə bilər ki, səhifələr yalnız keçmişi saxlamır, həm də keçmişin gizlətmək istədiyi tərəfləri örtür. O bir sənəddə Ləmbəranskinin adını görür, başqa sənəddə isə onun adı yoxdur. Amma üslubu hiss olunur. Bir qərarda şəhər var, başqa qərarda insan. Bir protokolda tikinti var, başqa qeyddə qeydiyyat problemi. Və bütün bu kağızlar sanki bir-birinə pıçıldayır. Tək varis axtarma, sistemə bax. Bu fəsildə ən vacib nəticə budur. Arxivlər bizə sensasiya vəd etmir. Arxivlər bizə mexanizm vəd edir. Əgər Ləmbəranskinin gedişindən sonra Bakı layihələrinin kimin nəzarətinə keçdiyini anlamaq istəyiriksə, bir ad yox, sənəd zənciri axtarmalıyıq. Azad olunma protokolu, təyinat qərarı, titul siyahısı, tikinti maliyyələşməsi, partiya prioriteti, memarlıq razılaşdırması, Nazirlər Soveti qərarı və bütün bunların arasında görünməyən, amma şəhərin taleyini dəyişən kiçik keçidlər. Çünki Bakı həmin illərdə bir nəfərin kabinetindən çıxıb, bir sistemin dəhlizlərinə keçmişdi. 8-ci fəsil. Hakimiyyətin bədəni. Hakimiyyət insanı yalnız vəzifə ilə dəyişmir. Hakimiyyət insanın yerişini dəyişir, baxışını ağırlaşdırır, səsini ölçülü edir, susqunluğunu uzadır. İllərlə qərar verən adam bir müddət sonra yalnız sənədlərə yox, insanların üzünə də protokol kimi baxmağa başlayır. Çünki hər üz bir xahişdir,
Hər xahiş bir növbədir. Hər növbə bir çatışmazlıqdır. Hər çatışmazlıq isə dövlət aparatının gecikmiş cavabıdır. Ləmbəranski haqqında təsdiqlənmiş faktlar onun həyatının bədən yaddaşını da anlamağa imkan verir. O, müharibə iştirakçısı olub, yaralanaraq cəbhədən qayıdıb. O, neft emalı sistemində çalışıb, sənaye idarəçiliyinin sərt ritmindən keçib. Sonra Bakı şəhər rəhbərliyinə gəlib, daha sonra Moskvaya təyin olunub. Sonra isə Azərbaycan SSR Nazirlər Soveti sədrinin müavini kimi tikinti sahəsində uzun müddət fəaliyyət göstərib. Bu sakit bioqrafiya deyil, bu daimi məsuliyyət, daimi qərar, daimi təzyiq xəttidir. Təsdiqlənmiş fakt budur. Ləmbəranskinin açıq mənbələrdə göstərilən karyerası müharibə, sənaye, şəhər idarəçiliyi, Moskva təyinatı və Respublika hökuməti mərhələlərindən keçir. Onun konkret tibbi vəziyyəti, şəxsi xəstəlik tarixçəsi və ya həkim qeydləri açıq mənbələr əsasında bu araşdırmada təsdiqlənmir. Ona görə hər hansı tibbi diaqnoz, gizli xəstəlik və ya xüsusi müalicə barədə danışmaq olmaz. Amma hakimiyyətin fiziologiyası diaqnoz deyil, bu vəziyyətin təsviridir. Amma hakimiyyətin fiziologiyası burada tibbi diaqnoz kimi deyil, bədii sosioloji təsvir kimi işlənir. Uzun illər şəhər və tikinti məsuliyyəti daşıyan bir rəhbərin gündəlik işi, tikinti meydançalarının tozu, iclas otaqlarının gərginliyi, gecikmiş qərarların ağırlığı, növbədə dayanan insanların susqun narazılığı və yuxarıdan gələn plan tapşırıqlarının soyuq dili ilə bağlı idi. Bu mətin həmin yükü sənədli tibbi fakt kimi deyil, idarəçilik təcrübəsinin insan üzərində mümkün mənəvi təsiri kimi təsvir edir. O baxışda tikinti meydançasının tozu, iclas otağının havası, gecikmiş qərarın ağırlığı, növbədə dayanan insanların susqun iradı və yuxarıdan gələn plan tapşırıqlarının soyuq dili toplanır. Belə baxış bəzən sərt görünür. Amma onun sərtliyi yalnız xarakterdən yox, illərin yığdığı məsuliyyət qatından gəlir. Versiya budur. Ləmbəranskinin sənaye idarəçiliyindən gələn vərdişi onun şəhər rəhbərliyində də hiss olunurdu. O şəhəri yalnız memarlıq məkanı kimi deyil, işləyən mexanizm kimi görürdü. İşıqlandırma, piyada məkanı, skamya, küçə estetikası, obyektin vaxtında tamamlanması, tikinti sürəti, plan göstəricisi. Bunlar onun idarəçilik dünyasında bir-birindən ayrı deyildi. Amma belə idarəçilik insanı daim gərgin saxlayır. Çünki şəhər mexanizm deyil, canlı orqanizmdir. Mexanizmdə detal dəyişirsən, şəhərdə isə hər detal insan həyatına toxunur. Bədii ehtimal fakt deyil. Onu sonraki illərdə təsəvvür edəndə insanın gözündə iki Bakı görünə bilərdi. Birinci Bakı açılış tentləri, işıqlandırılmış bulvar, yeni obyektlər və mərasimlər Bakısı idi. İkinci Bakı, arayışlar, mənzil növbələri, qeyri-rəsmi tikililər, qeydiyyat problemlər və qovluqlar Bakısı idi. O birinci Bakıya baxanda nəticəni, ikinci Bakıya baxanda məsuliyyəti görə bilərdi. Bu sənədli fakt deyil, yalnız insanın daxili yükünü göstərən dramaturji yanaşmadır. Tibbi sirlər xəttində ehtiyatla açmaq lazımdır. Burada sensasiya üçün gizli xəstəlik axtarmaq ucuz yol olardı. Açıq mənbələr belə məlumat vermir. Əsl tibbi sir başqa yerdədir. Dövlət adamının bədəni arxivə necə düşmür? Onun yorğunluğu protokolda görünmür. Onun gecələri qərarda yazılmır. Onun baxışında yığılan ehtiyatlılıq təyinat sənədinə keçmir. Onun susqunluğu rəsmi bioqrafiyada maddə kimi göstərilmir. Hakimiyyət insanın içində iz buraxır. Amma arxiv bu izi çox vaxt saxlamır. Təsdiqlənmiş faktlar yalnız çərçivəni verir. Ləmbəranski uzun müddət dövlət və tikinti idarəçiliyində olmuşdu. 1970-ci ildən 1987-ci ilə qədər Azərbaycan SSR Nazirlər Soveti sədrinin müavini kimi fəaliyyət göstərmişdir. Təsdiqlənmiş faktlar yalnız çərçivəni verir. Ləmbəranski uzun müddət dövlət və tikinti idarəçiliyində olmuşdur. 1970-ci ildən 1987-ci ilə qədər Azərbaycan SSR Nazirlər Soveti sədrinin müavini kimi fəaliyyət göstərmişdir. Bu fakt, onun Bakı və Respublika tikinti siyasəti ilə əlaqəsinin 1966-cı ildən sonra da davam etdiyini göstərir. Onun bu mərhələdəki rolunu əvvəlki şəhərsalma təcrübəsinin daha yüksək hökumət səviyyəsində istifadəsi kimi oxumaqsa artıq şərtdir, fakt deyil. Bu qayıdış onun karyerasının sadəcə davamı deyil, həm də əvvəlki şəhərsalma təcrübəsinin daha yüksək səviyyədə yenidən istifadəsi kimi oxuna bilər. Versiya budur.
Heydər Əliyevin Azərbaycan rəhbərliyinə gəlişindən sonra Ləmbəranskinin Bakıya dəvət edilməsi və tikinti sahəsinə cəlb olunması, onun idarəçilik təcrübəsinin yeni siyasi mərhələdə yenidən dəyər qazanması ilə bağlı ola bilərdi. Bəzi mənbələr bu qayıdışı həmin siyasi mərhələ ilə əlaqələndirir. Amma qərarın bütün daxili səbəbləri, şəxsi münasibətlər, aparat hesabları və siyasi balanslar açıq mənbələr əsasında tam izah olunmur. Mənbələr bu qayıdışı həmin yeni mərhələ ilə əlaqələndirir. Amma bu qərarın bütün daxili səbəbləri, şəxsi münasibətlər, aparat hesabları və siyasi balansları açıq mənbələr tam izah etmir. Burada xəyanət xətti yenidən görünür. Əgər xəyanəti şəxsi intriqa kimi axtarsaq, sənədli əsas tapmırıq. Amma xəyanəti sistemin insana münasibəti kimi oxusaq, mənzərə dəyişir. Hakimiyyət bir insanın enerjisindən istifadə edir. Onun adını layihələrə bağlayır. Onun iradəsini şəhərin ritminə çevirir. Sonra isə onu başqa vəzifəyə aparır. Şəhərdə qalan problemlər isə artıq müxtəlif idarələrin üzərinə yayılır. Bu şəxsi xəyanət deyil, bu aparatın soyuq məntiqidir. Sistem insanı simvola çevirir. Sonra simvolun arxasındakı yorğunluğu görməzlikdən gəlir. Əsl bədii dramatizm buradadır. Ləmbəranski Bakını dəyişən adamlardan biri idi. Amma Bakı da onu dəyişmişdi. Şəhərin tikinti meydançaları onun üzündə sərtlik qoymuş ola bilərdi. Mənzil arayışları onun baxışına ağır kölgə salmış ola bilərdi. Protokollar onun səsini ölçülü etmiş ola bilərdi. Vəzifələr onun adını böyütmüş, amma insan yükünü də artırmış ola bilərdi. Bu fakt kimi deyil. Hakimiyyətin fiziologiyasını anlamaq üçün bədii şərh kimi səslənməlidir. Tibbi sir də budur. Dövlət adamının bədənində sənədləşməyən tarix yaşayır. Hər imza əlin hərəkətidir. Amma o əlin neçə illik ağırlıq daşıdığını heç bir qərar göstərmir. Hər baxış siyasi davranışdır. Amma o baxışın arxasındakı yuxusuz illəri heç bir protokol qeyd etmir. Hər susqunluq aparat intizamı kimi görünür. Amma bəzən həmin susqunluq insanın içində yığılan yorğunluğun ən dəqiq dilidir. Ləmbəranskinin hekayəsində bu fiziologiya şəhərin taleyi ilə birləşir. O gedəndə şəhərin təsiri parçalanır. O qaydanda təsirin bir hissəsi yeni səviyyədə yenidən mərkəzləşir. Amma bu iki mərhələ arasında insanın özü də dəyişir. Bakıdan gedən adamla Bakıya qayıdan adam eyni bioqrafiyanın iki ayrı halıdır. Birində şəhər rəhbərinin gündəlik nəfəsi var. O birində respublika miqyaslı tikinti məsuliyyəti. Birində bir şəhərin ritmi var. O birində bütöv tikinti sisteminin yükü. Bədii ehtimal fakt deyil. Bakıya qaydanda o, əvvəlki küçələrdə əvvəlki işığını yox, qərarlarının davamını görmüş ola bilərdi. Hər bina ona yalnız uğuru yox, arxasında qalan sualı da xatırlada bilərdi. Hər obyekt sanki deyirdi, mən tamamlandım, amma mənim sənət taleyimi kim yazdı? Mənim maliyyə yolumu kim açdı? Mənim prioritetimi kim təsdiqlədi? Mənim kölgəmdə hansı sosial məsələ qaldı? Bu sualların cavabı insanın üzündə yox, arxivdədir. Amma arxiv də insanın üzünü tam göstərə bilmir. 9-cu fəsil. Əsl benefisiar. Hər siyasi dedektivdə bir an gəlir ki, tamaşaçı bir ad gözləyir. Kim qazandı? Kim nəzarət aldı? Kim Ləmbəranskinin gedişindən sonra şəhərin açarlarını masasına qoydu? Kim yarımçıq layihələrin üstündə son söz sahibi oldu? Kim bu keçiddən faydalandı? Amma bu hekayənin ən narahat edici cavabı odur ki, əsl benefisiar bir adam olmaya bilər. Təsdiqlənmiş faktlar açıq şəkildə göstərmir ki, Ləmbəranskinin Bakıdan gedişindən sonra onun şəhər təsiri konkret bir nəfər varisə keçib. Əksinə, mövcud açıq mənbələr əsasında ən ehtiyatlı nəticə belədir. Nəzarət bir neçə xətt üzrə bölünüb. Bakı Şəhər İcraiyyə Komitəsi və Bakı Şəhər Soveti gündəlik şəhər təsərrüfatını daşıyıb. Bakı Şəhər Partiya Komitəsi və Azərbaycan KPMK siyasi və kadr nəzarətini saxlayıb. Azərbaycan SSR Nazirlər Soveti iri obyektlər, maliyyə və planlaşdırma üzərində dayanıb. Tikinti, memarlıq və layihə institutları qərarları icra mexanizminə çevirib. 1969-cu ildən sonra Heydər Əliyevin rəhbərliyə gəlməsi ilə yeni siyasi mərhələ başlanıb. 1970-ci ildə Ləmbəranski özü Azərbaycan SSR Nazirlər Soveti sədrinin müavini kimi tikinti sahəsinə daha yüksək hökumət səviyyəsində qayıdıb. Bu faktoloji xəritə bir şəxsi əsas gizli qalib kimi göstərməyə imkan vermir.
Ona görə başlıca benefisiar anlayışını ehtiyatla dəyişmək lazımdır. Əgər şəxsi ittiham yoxdursa, benefisiar sistemin özü ola bilər. Versiya budur. Ləmbəranskinin gedişindən ən çox qazanan konkret şəxs deyil, parçalanmış məsuliyyət mexanizmi idi. Çünki bir güclü şəhər koordinator gedəndə onun yerini bir neçə aparat xətti doldurdu. Bu, hər quruma öz sahəsini genişləndirmə imkanı verirdi. İcra strukturu gündəlik şəhər qərarlarını saxlayırdı. Partiya xətti siyasi prioritetləri müəyyənləşdirirdi. Hökumət xətti iri tikintiləri və maliyyəni idarə edirdi. Layihə və tikinti institutları texniki icranı aparırdı. Nəticədə nəzarət bir mərkəzdən çoxmərkəzli mexanizmə keçirdi. Bu mexanizmin üstünlüyü vardı. Sistem dayanmadı. Şəhər tikilməyə davam etdi. Layihələr tamamilə yoxa çıxmadı. İdarələr işlədi. Sənədlər yazıldı. Tikinti meydançaları susmadı. Amma bu mexanizmin qorxulu tərəfi də vardı. Məsuliyyət parçalandı. Hər kəs öz xəttini göstərdi, amma bütöv şəhər sualının cavabı bulanıq qaldı. Mənzil böhranı kimin məsuliyyəti idi? Qeyri-rəsmi tikililər hansı mərtəbədə görünməli idi? Hər yeni obyektin sosial qiyməti hansı protokolda ölçülürdü? Şəhərin gözəlləşməsi ilə insanların yaşayış ehtiyacları arasındakı ziddiyyətə kim bütöv cavab verirdi? Əsl baş qəhrəman Ləmbəranski idisə, əsl baş rəqib də bir şəxs yox, adsız bürokratik parçalanma idi. Bu, insanın üzünə baxmayan, amma insanın həyatını sənədlərlə idarə edən mexanizm idi. Onun adı yox idi, amma imzaları vardı. Onun sifəti yox idi, amma möhürləri vardı. Onun səsi yox idi, amma protokollar vardı. O heç vaxt səhnəyə çıxmırdı, amma hər səhnənin arxasında dayanırdı. Bədii ehtimal, fakt deyil. Əgər bu hekayəni film kimi təsəvvür etsək, finalda tamaşaçı kabinetdə oturan gizli bir adam görməzdi. O uzun dəhliz görərdi. Qapıların üstündə idarə adları, masaların üstündə qovluqlar, divarlarda plan sxemləri, telefonlarda qısa göstərişlər, protokollarda quru cümlələr və həmin dəhlizin sonunda Bakı görünərdi. İşıqlı bulvarı ilə, tikinti kranları ilə, növbədə dayanan insanları ilə, yarımçıq sualları ilə. Bu səhnə fakt deyil, amma həqiqətə aparan bədii metaforadır. Təsdiqlənmiş faktlardan biri də Ləmbəranskinin qayıdışıdır. 1970-ci ildə o, Azərbaycan SSR Nazirlər Soveti sədrinin müavini olur və 1987-ci ilə qədər bu vəzifədə fəaliyyət göstərir. Bu, hekayənin sadə gediş süjetini dağıdır. Çünki o, şəhərdən tam silinmir. Əksinə, başqa səviyyədə yenidən görünür. Bu qayıdış əslində əvvəlki benefisiar sualını daha mürəkkəbləşdirir. Əgər sistem əvvəlcə onun təsirini parçaladısa, sonra həmin təcrübəni yenidən öz daxilinə qaytardı. Versiya budur. Sistem Ləmbəranskinə əvvəl şəhər miqyasında istifadə etdi, sonra onu başqa sahəyə göndərdi. Daha sonra isə yeni siyasi mərhələdə tikinti idarəçiliyi üçün yenidən dəyərli fiqur kimi qaytardı. Bu, şəxsi ittiham deyil, Sovet kadr mexanizminin məntiqi kimi oxuna bilər. Sistem insanları itirmirdi, onları başqa pillələrə keçirirdi. Bəzən uzaqlaşdırırdı, bəzən yüksəldirdi, bəzən geri çağırırdı, bəzənsə adlarını yaddaşda saxlayıb, problemlərini sənədlərə bölürdü. Burada yaddaşın ən son riski görünür. Şəhərin taleyini yalnız bir şəxsin adı ilə romantikləşdirmək və həmin şəhərin idarəetmə mexanizmini tam açmamaq. Ləmbəranski adı Bakının yaddaşında güclü və müsbət obraz kimi qalır. Dövlət yaddaşı onun xidmətlərini tanıyır. Şəhər yaddaşı onun dövrünün obyektlərini xatırlayır. Amma araşdırma yaddaşı daha sərt sual verir. Bu mirasın sənədli xəritəsi hardadır? Ləmbəranski adı Bakının yaddaşında güclü və müsbət obraz kimi qalır. Dövlət yaddaşı onun xidmətlərini tanıyır. Şəhər yaddaşı onun dövrünün obyektlərini xatırlayır. Amma araşdırma yaddaşı daha sərt sual verir. Bu mirasın sənədli xəritəsi hardadır? Hər obyektin arxasında hansı imzalar var? Hər qərarın arxasında hansı prioritet dayanırdı? Hər sosial problemin arxasında hansı gecikmiş cavab gizlənirdi? Bu suallar kimisə ləkələmək üçün deyil. Bu suallar şəhəri bütöv görmək üçündür. Çünki Ləmbəranski hekayəsinin finalında yalnız bir nəticə var. Bakı layihələri bir nəfərdən bir nəfərə keçmədi. Onlar sistemə keçdi. Sonra həmin sistem Ləmbəranskini başqa səviyyədə yenidən geri qaytardı.
Bu həm onun gücünü, həm də sistemin gücünü göstərir. İnsan şəhərə istiqamət verə bilər, amma sistem həmin istiqaməti sənədlərə bölür, qurumlara paylayır, vaxtla dəyişdirir və sonra öz adı ilə davam etdirir. Əsl benefisiar barədə ən ehtiyatlı nəticə belədir. Şəxslərdən çox mərkəzli sovet idarəetmə sistemi üstün mövqedə qalırdı. Bu sistem uğru simalarla danışır, məsuliyyəti isə strukturlar arasında yayırdı. Parlaq obyektləri yaddaşa verir, çətin sualları arxivə göndərirdi. Bir rəhbəri rəmzə çevirir, amma onun dövrünün sosial ziddiyyətlərini çox vaxt quru arayışlarda saxlayırdı. O sistem ki, uğru simalarla danışır, məsuliyyəti isə strukturlar arasında yayır. O sistem ki, parlaq obyektləri yaddaşa verir, çətin sualları arxivə göndərir. O sistem ki, bir rəhbəri əfsanəyə çevirir, amma onun dövrünün sosial ziddiyyətlərini yalnız quru arayışlarda saxlayır. Bədi ehtimal fakt deyil. Ləmbəranski ömrünün sonrakı illərində Bakı haqqında düşünəndə, bəlkə də şəhəri yalnız tikilmiş obyektlər kimi yox, açılmamış qovluqlar kimi də xatırlayırdı. Bir qovluq bulvar idi, bir qovluq sirkin binası, bir qovluq mənzil problemi, bir qovluq qeyri-rəsmi tikillər, bir qovluq qayıdış, bir qovluq isə heç vaxt tam açılmayan sual. Gedəndən sonra şəhər kimin oldu? Cavab soyuqdur, amma dəqiqdir. Şəhər heç kimin tək başına olmadı. Şəhər aparatın oldu. Partiyanın, icraiyyənin, hökumətin, planın, tikintinin, memarlığın, protokolun, titul siyasının, maliyyə qərarının. Və eyni zamanda şəhər insanların oldu. Mənzil gözləyənlərin, bulvarda gəzənlərin, zavodda işləyənlərin, tikinti meydançasında çalışanların, yeni Bakını seyr edənlərin və köhnə Bakının dar suallarını daşıyanların. Finalda arxiv qapısı hələ bağlanmır. Əksinə, indi açılır. Çünki araşdırmanın növbəti addımı artıq məlumdur. 1966-cı ildən sonraki protokolları, təyinat qərarlarını, titul siyahılarını, Nazirlər Soveti materiallarını, Bakı Şəhər Partiya Komitəsinin qeydlərini, Memarlıq Şurasının sənədlərini və layihə institutlarının razılaşdırmalarını yanaşı qoymaq. O zaman bəlkə də biz bir gizli siyahı yox, daha güclü bir həqiqət görəcəyik. Şəhərin taleyi bir sənəddə deyil, sənədlərin arasındakı əlaqədə gizlənir. Və bu əlaqə açıldıqca, Ləmbəranski hekayəsi sadəcə keçmiş xatirəsi olmaqdan çıxır. O, hər dövr üçün xəbərdarlığa çevrilir. Şəhəri dəyişən adam gedə bilər. Onun adı qala bilər. Onun obyektləri qala bilər. Amma əgər məsuliyyətin xəritəsi açılmasa, əsl benefisiar həmişə eyni qalacaq. Üssüz, səssiz, çox mərtəbəli sistem. Bakı isə öz hökmünü tələsmədən verir. Daşla, işıqla, sənətlə, susqunluqla. O hökm belə səslənir. Şəhəri tikənləri xatırlamaq azdır. Şəhəri kimin necə idarə etdiyini də oxumaq lazımdır. 10-cu fəsil. Gizli qruplar deyil, görünməyən dairələr, Bakı kimi şəhərlərdə hakimiyyət heç vaxt yalnız binanın fasadında görünmür. O daha çox içərdə, qapıları ağır, dəhlizləri uzun, dili ehtiyatlı olan otaqlarda hərəkət edir. Bir layihənin taleyi bəzən meydanda yox, xəritənin üstünə əyilmiş bir neçə adamın susqun razılığında həll olunur. Amma bu susqunluqdan sensasiya düzəltmək asandır, həqiqətə çatmaq isə çətindir. Ona görə əvvəlcə təsdiqlənmiş faktları ayırıq. Əliş Cəmiloğlu Ləmbəranski 1966-cı ildə Bakı şəhər rəhbərliyindən ayrılmış və Moskvada SSRİ Nazirlər Soveti yanında Mikrobiologiya Sənayesi Baş İdarəsi rəisinin birinci müavini vəzifəsinə təyin olunmuşdu. Açıq mənbələr onun gedişindən sonra Bakı layihələrinin bir nəfər varisə keçdiyini təsdiqləmir. Əksinə, mövcud faktoloji mənzərə göstərir ki, nəzarət bir neçə xətt üzrə bölünmüşdür. Bakı Şəhər İcraiyyə Komitəsi və Bakı Şəhər Soveti gündəlik şəhər təsərrüfatını aparmış. Bakı Şəhər Partiya Komitəsi və Azərbaycan KPMK siyasi və kadr nəzarətini saxlamış. Azərbaycan SSR Nazirlər Soveti iri obyektlər, maliyyə və planlaşdırma məsələlərində əsas dövlət səviyyəsi olmuş. Tikinti, memarlıq və layihə institutları isə qərarları icra mexanizminə çevirmişdir. Bu faktlar quru görünür, amma onların arxasında çox ciddi bir məna var. Ləmbəranskinin gedişindən sonra şəhərin taleyi boş qalmadı, sadəcə görünməz dairələr arasında paylandı. Gizli qruplar haqqında danışanda sərhədi dəqiq çəkmək lazımdır.
Açıq mənbələr Ləmbəranski sonrası Bakı layihələrinin konkret gizli qruplar tərəfindən bölüşdürülməsi barədə sənədli sübut təqdim etmiş. Buna görə, belə bir iddianı fakt kimi demək olmaz. Amma Sovet idarəçiliyində qeyri-rəsmi təsir dairələrinin, kadr yaxınlıqlarının, idarələr arası balansların, partiya xəttinin və hökumət qərarlarının bir-birinə qarışması real siyasi mühit idi. Bu mənada gizli qrup ifadəsi fakt kimi yox, araşdırma versiyası kimi səslənə bilər. Bəlkə də şəhər layihələrinin sonrakı taleyi yalnız rəsmi vəzifə cədvəlində deyil, idarələr arası əlaqələrdə, şəxsi etimadda, protokol öncəsi razılaşmalarda və sənədin imzaya qədər keçdiyi görünməyən yollarda formalaşırdı. Versiya budur. 1966-cı ildən 1969-cu ilə qədər Bakı layihələri bir mərkəzdən deyil, bir neçə idarə dairəsinin qarşılıqlı təsiri ilə idarə olunurdu. Bu dairələr mütləq gizli təşkilat deyildi. Onlar şəhər icraiyyəsi, partiya aparatı, Nazirlər Soveti, planlaşdırma orqanları, tikinti strukturları və memarlıq institutları idi. Onların hər biri şəhər üzərində öz baxışına, öz səlahiyyətinə, öz prioritetinə malik idi. Bədi ehtimal fakt deyil. Təsəvvür etmək olar ki, həmin illərdə Bakı xəritəsi bir masa üzərində açılmışdı və hər kəs xəritəyə başqa cür baxırdı. İcraiyyə nümayəndəsi yolları, kommunal yükü, abadlığı görürdü. Partiya xətti ideoloji simanı və siyasi prioriteti düşünürdü. Hökumət nümayəndəsi maliyyə və planı ölçürdü. Memar silüeti, həcmi, şəhərin dənizə baxışını görürdü. Tikintiçi isə müddəti, materialı, texniki çətinliyi hesablayırdı. Bu səhnə sənədli fakt deyil, amma o dövrün idarəçilik təbiətini ifadə edən bədii rekonstruksiyadır. Belə baxanda, Ləmbəranski dövrünün əsas fərqi onun şəxsi koordinator obrazındaydı. O, neft emalı sistemindən gəlmiş mühəndis idarəçi kimi, şəhəri yalnız estetik məkan deyil, işləyən mexanizm kimi görürdü. Açıq mənbələrdə onun şəhər işıqlandırmasına, piyada məkanlarına, skamyalara, küçə estetikasına diqqəti xatırlanır. Bu detallar təsadüfi deyil. Onlar göstərir ki, şəhər onun üçün yalnız böyük obyektlərin siyasi yox, gündəlik həyatın nizamı idi. Amma bir adam gedəndə onun baxış tərzi avtomatik olaraq miras qalmır. Qalmaq üçün o sənədə, məktəbə, sistemə, davamçılara çevrilməlidir. Ləmbəranskinin gedişindən sonra əsas sual da budur. Onun üslubu kimdə davam etdi? Bir şəxsdəmi? Amma bir adam gedəndə onun baxış tərzi avtomatik olaraq miras qalmır. Qalmaq üçün o sənədə, məktəbə, sistemə, davamçılara çevrilməlidir. Ləmbəranskinin gedişindən sonra əsas sual da budur. Onun üslubu kimdə davam etdi? Bir şəxsdəmi? Bir idarədəmi? Yoxsa yalnız yarımçıq obyektlərin məcburi inersiyasında? Təsdiqlənmiş faktlar burada ehtiyatlı nəticə aparır. 1974-cü ilə aid foto izahında Əli Kərimov Bakı Şəhər Partiya Komitəsinin birinci katibi, Aydın Məmmədov isə Bakı Şəhəri İcraiyyə Komitəsinin sədri kimi görünür. Bu sonraki illərdə Bakı idarəçiliyinin partiya rəhbəri və icra rəhbəri modeli ilə işlədiyini göstərən mühüm ipucudur. Amma 1966-cı ildən dərhal sonraki bütün varislik ardıcıllığı açıq mənbələrdə tam aydın deyil. Buna görə burada dəqiq siyahı qurmaq üçün Azərbaycan KPMK bürosunun, Bakı Şəhər Partiya Komitəsinin, Bakı Şəhər Sovetinin və Bakı Şəhər İcraiyyə Komitəsinin protokolları ayrıca yoxlanmalıdır. Bu boşluqdan sui-qəsd hekayəsi yaratmaq asan olardı. Amma daha güclü hekayə başqa yerdədir. Sistemin öz anatomiyasında. Çünki Sovet şəhər idarəçiliyində kim nəzarət edirdi sualının cavabı çox vaxt bir adla bitmirdi. Rəsmi rəhbər başqa idi, siyasi təsdiq başqa yerdə idi, maliyyə başqa qurumdan gəlirdi, layihə başqa institutda hazırlanırdı, tikinti başqa təşkilat tərəfindən aparılırdı. Bütün bu xəttlərin ortasında şəhər dayanırdı. Şəhər isə kağızların necə bölündüyünü bilmirdi. Şəhər yalnız nəticəni yaşayırdı. Mənzil böhranı bu sistemin ən sərt güzgüsü idi. Təsdiqlənmiş faktlara görə arxiv materiallarına əsaslanan araşdırmada 1956-cı ildən 1958-ci ilə qədər Bakıda 9271 qanunsuz tikili, 1958-ci ildən 1964-cü ilə qədər isə 3852 qanunsuz tikili göstərilir. 1964-cü ilin fevralında Ləmbəranskinin imzası ilə Ənvər Əlixanova göndərilən arayışda həmin 3852 tikilidə
12.151 qeydiyyata alınmış sakin qeyd olunmuşdur. Bu rəqəmlər bir daha göstərir ki, şəhərsalma yalnız obyekt açılışlarından ibarət deyildi. Ləmbəranski dövründə Bakı gözəlləşirdi, amma eyni zamanda sosial sıxıntı yaşayırdı. O gedəndən sonra isə bu sıxıntı da yeni idarəetmə dairələrinə miras qaldı. Beləliklə, nəzarətin bölünməsi yalnız tikinti layihələrinin bölünməsi deyildi, məsuliyyətin də bölünməsi idi. Bədii ehtimal, fakt deyil. Həmin illərin Bakısı sanki iki ayrı şəhər kimi nəfəs alırdı. Bir şəhər işıqlı bulvarlarda, funikulyorda, mədəniyyət obyektlərində, mehmanxana fasadlarında görünürdü. O biri şəhər arayışlarda, növbələrdə, qeyri-rəsmi tikililərdə, qeydiyyat problemlərində və açılmamış qovluqlarda yaşayırdı. Bu iki şəhər bir-birindən ayrı deyildi. Onlar eyni Bakının iki səsi idi və bu səslərin arasında Ləmbəranskinin adı qəribə şəkildə həm yox olur, həm qalır. Rəsmi vəzifədən gedir, amma layihələrin yaddaşında qalır. Sənədlərdə başqa imzalar görünməyə başlayır, amma şəhər hələ də əvvəlki impulsla nəfəs alır. Sonra isə 1969-cu ildən sonra siyasi səhnə dəyişir. Heydər Əliyev Azərbaycan rəhbərliyinə gəlir və 1970-ci ildə Ləmbəranski daha yüksək hökumət səviyyəsində Azərbaycan SSR Nazirlər Soveti sədrinin müavini kimi qayıdır. Bu qayıdış gizli qruplar versiyasına da dəyişir. Əgər hansısa dairələr 1966-cı ildən sonra onun şəhər təsirini öz aralarında bölmüşdüsə, 1970-ci ildən sonra həmin təsirin bir hissəsi yenidən onun öz adına bağlandı. Amma artıq əvvəlki kimi şəhər rəhbəri kimi yox, Respublika tikinti kuratoru kimi. Burada finala yaxın ən mühüm nəticələrdən biri yaranır. Ləmbəranski hekayəsinin sirri onun haraya getməsində deyil, onun yoxluğunda sistemin necə işləməsindədir. Kimlər öz səlahiyyət dairəsini genişləndirdi? Hansı qurumlar daha görünən oldu? Hansı layihələr hansı sənəd xəttinə keçdi? Hansı sosial problemlər kimin masasında qaldı? Bunlar açıq mənbələrdə tam görünməyən, amma arxiv araşdırmasının əsas suallarıdır. Gizli qruplar bəlkə də heç vaxt gizli qrup adı ilə mövcud olmayıb. Bəlkə də onlar sadəcə idarə adları idi. Partiya, icraiyyə, hökumət, plan, tikinti, memarlıq. Amma bəzən tarixdə ən güclü qrup məhz adı hamıya məlum olan, məsuliyyəti isə heç vaxt tam görünməyən qurumlar olur. 11-ci fəsil. Tunellər və şəhərin alt yaddaşı. Bakı yalnız küçələrin, meydanların, fasadların şəhəri deyil, Bakı həm də görünməyən keçidlərin şəhəridir. Bu keçidlər mütləq, torpağın altında uzanan real tunellər deyil, bəzən onlar sənədlərin arasında uzanan yollar olur. Bir qərardan o birinə, bir qurumdan o birinə, bir imzadan başqa imzaya aparan dar, qaranlıq, səssiz keçidlər. Tunel obrazı bu araşdırmada fakt kimi yox, bədii metafora kimi işlənir. Açıq mənbələr, Ləmbəranski sonrası Bakı layihələri ilə bağlı xüsusi gizli tunellər və ya qapalı yeraltı şəbəkələr barədə təsdiqlənmiş fakt vermir. Amma idarə etmənin özünün tunelləri vardı. Protokoldan qərara, qərardan plana, plandan titul siyasına, titul siyasından tikinti meydançasına, tikinti meydançasından şəhər yaddaşına keçən uzun və görünməyən yol. Təsdiqlənmiş faktlar həmin yolun əsas dayanacaqlarını göstərir. Ləmbəranski 1966-cı ildə Bakı şəhər rəhbərliyindən ayrılmışdı. Onun gedişindən sonra şəhər layihələrinin nəzarəti bir nəfər varisə yox, müxtəlif Sovet idarəetmə strukturlarına keçmişdi. 1970-ci ildə isə Ləmbəranski Azərbaycan SSR Nazirlər Soveti sədrinin müavini kimi Respublika tikinti sahəsinə qayıtmışdı. 1987-ci ilə qədər bu vəzifədə fəaliyyət göstərmişdi. Bu faktoloji xəttin altında isə başqa daha dərin sual uzanır. Hansı layihə, hansı keçiddən keçdi? Bakı sirki ilə bağlı mənbələrdə 1967-ci il görünür. Bu Ləmbəranskinin Bakıdan getməsindən sonra tamamlanan, amma onun dövrünün şəhərsalma impulsu ilə əlaqələndirilə bilən obyektlərdən biri kimi təqdim oluna bilər. Funikulyor onun şəhər rəhbərliyi dövrü ilə bağlı xatırlanır. Bulvarın yenilənməsi, Kiçik Venesiya, Dəniz Vağzalı, Yaşıl Teatr, mehmanxanalar, Gürüstan Sarayı və digər obyektlər isə Bakının o illərdəki dəyişmə ritmini göstərir. Amma hər obyektin sənəd yolu ayrı idi. Bir obyekt üçün icraiyyə qərarı vacib ola bilərdi. Başqa obyekt üçün Nazirlər Soveti səviyyəsində maliyyə əsas idi. Üçüncü obyekt üçün memarlıq razılaşdırması həll edici idi.
Dördüncü obyekt üçün partiya prioriteti layihənin taleyini sürətləndirə bilərdi. Şəhər sakinləri nəticəni görürdü, amma keçidləri görmürdü. Versiya budur. Ləmbəranski sonrası dövrdə Bakı layihələri açıq səhnədən daha çox idarəetmə tunellərində hərəkət edirdi. Yəni onların taleyi bir qərar anında yox, müxtəlif qurumlar arasında keçən uzun sənəd zəncirində formalaşırdı. Bu zənciri açmadan nəzarət kimə keçdi sualına yalnız yarımçıq cavab vermək mümkündür. Bədii ehtimal, fakt deyil. Əgər həmin sənəd zəncirini şəhərin altındakı tunel kimi təsəvvür etsək, girişində Ləmbəranskinin dövründən qalan layihə eskizi dayanır. Sonra tunel qaranlıqlaşır. Bir yerdə Bakı Şəhər İcraiyyə Komitəsinin qərarı görünür, başqa yerdə partiya protokolunun izi, daha sonra Nazirlər Sovetinin maliyyə qərarı, sonra layihə institutunun razılaşdırması, sonra tikinti meydançasında verilən texniki göstəriş. Tunelin sonunda isə bina dayanır. İnsanlar binanı görür, amma onun keçdiyi yolu yox. Bu metafora mövzunun mahiyyətini açır. Bakı layihələrinin kimə keçdiyini anlamaq üçün yalnız adları deyil, keçidləri oxumaq lazımdır. Kim sənədi bir qurumdan o birini ötürdü, kim layihəni ləngitdi, kim sürətləndirdi, kim prioritet verdi, kim sosial sualı arxa plana saldı, kim estetik nəticəni önə çəkdi. Bu sualların hamısı arxiv tunellərindədir. Amma burada yenə ehtiyat vacibdir. Açıq mənbələr. Açıq mənbələr konkret şəxslərin qanunsuz şəxsi maraqla hərəkət etdiyini sübut etmir. Bölünən paylar ifadəsi yalnız səlahiyyətlərin, məsuliyyət sahələrinin və kurasiya xətlərinin bölünməsi mənasında işlənə bilər. Şəxsi ittiham üçün sənəd lazımdır. Sənəd yoxdursa, ittiham yox, sual qalır. Sübut etmir. Bölünən paylar ifadəsi yalnız səlahiyyətlərin, məsuliyyət sahələrinin və kurasiya xətlərinin bölünməsi mənasında işlənə bilər. Şəxsi ittiham üçün sənəd lazımdır. Sənəd yoxdursa, ittiham yox, sual qalır. Bu sual isə kifayət qədər güclüdür. Çünki şəhərin ən böyük sirri bəzən gizli cinayət deyil, açıq sistemin görünməyən məntiqidir. Hər şey rəsmi ola bilər, amma yenə də qaranlıq qala bilər. Qərar qanunu ola bilər, amma onun niyə məhz o vaxt, məhz o ardıcıllıqla, məhz o prioritetlə verildiyi hələ də anlaşılmaz ola bilər. Protokol açıq ola bilər, amma müzakirənin nəfəsi orada görünməz. Təyinat məlum ola bilər, amma təyinatın arxasındakı siyasi hesablama sənəddə yazılmaz. Ləmbəranskinin qayıdışı bu tunellərin çıxış nöqtəsi kimi görünür. 1970-ci ildə o, Azərbaycan SSR Nazirlər Soveti sədrinin müavini olur. Bu artıq Bakı miqyasında deyil, Respublika miqyasında tikinti ilə bağlı bir vəzifədir. Mənbələr bu qayıdışı Heydər Əliyevin Azərbaycan rəhbərliyinə gəlişi ilə əlaqələndirir. Ləmbəranskinin qayıdışı bu tunellərin çıxış nöqtəsi kimi görünür. 1970-ci ildə o, Azərbaycan SSR Nazirlər Soveti sədrinin müavini olur. Bu artıq Bakı miqyasında deyil, Respublika miqyasında tikinti ilə bağlı bir vəzifədir. Mənbələr bu qayıdışı Heydər Əliyevin Azərbaycan rəhbərliyinə gəlişi ilə əlaqələndirir. Bu məlumat göstərir ki, Ləmbəranskinin təcrübəsi yoxa çıxmamışdı. Sistem onu bir müddət başqa yerə aparmış, sonra yeni mərhələdə yenidən istifadə etmişdi. Sistem onu bir müddət başqa yerə aparmış, sonra yeni mərhələdə yenidən istifadə etmişdi. Versiya budur. 1966-cı ildən 1970-ci ilə qədərki dövr, Ləmbəranski təsirinin idarəetmə tunellərinə çəkildiyi dövr idi. Onun adı şəhər rəhbərliyində görünmürdü. Amma onun dövründə formalaşmış layihə düşüncəsi, başlanmış obyektlər və idarəçilik vərdişləri müxtəlif qurumların içində yaşayırdı. 1970-ci ildən sonra isə bu təcrübə daha yuxarı səviyyədə yenidən rəsmi forma aldı. Bədii ehtimal, fakt deyil. Bakı o illərdə sanki öz şəhər rəhbərini yox, onun izini axtarırdı. Bulvarın işığında, sirkin tamamlanan binasında, mehmanxanaların fasadında, mənzil arayışlarının soyuq rəqəmlərində, tikinti planlarının kənarında. Onun adı bəzən çəkilmirdi, amma kölgəsi keçidlərdə qalırdı. Tunellərin ən dərinində isə mənzil məsələsi dayanır. Çünki şəhərsalmanın əsl ölçüsü yalnız saraylar və bağzallar deyil, insanların harda yaşamasıdır. Ləmbəranski dövründə bu problem sənədlərdə kəskin görünürdü. O gedəndən sonra bu problem də yeni mexanizmə keçdi. Şəhər böyüyürdü, amma mənzil ehtiyacı da böyüyürdü. Yeni obyektlər Bakının simasını dəyişirdi, amma qeyri-rəsmi tikililər planın kənarında öz dilini yazırdı. Bu mənada Bakı özü də bir arxivdir. Binalar onun açıq səhifələridir.
Qeyri-rəsmi tikililərin xatirəsi onun kənar qeydləridir. Protokollar onun sətirləridir. İnsanların yaddaşı isə həmin sətirlərin arasındakı nəfəsdir. Tunelin sonunda isə hələ işıq tam görünmür. Çünki arxivlər açılmadan, titul siyahıları yan-yana qoyulmadan, Bakı Şəhər Partiya Komitəsinin protokolları, Bakı Şəhər İcraiyyə Komitəsinin qərarları, Nazirlər Sovetinin materialları və Memarlıq Şurasının sənədləri birlikdə oxunmadan bu yolun tam xəritəsini çəkmək mümkün deyil. Amma bir şey artıq aydındır. Ləmbəranskinin gedişindən sonra Bakı layihələri dayanmadı. Onlar tunellərə düşdü, idarəetmə tunellərinə. Orada adlar dəyişdi, imzalar dəyişdi, prioritetlər dəyişdi, amma şəhər öz yolunu davam etdirdi. 12-ci fəsil. Gec gələn qonaq tarixin ən təsirli anları bəzən qəfil gələn adamla başlayır. Qapı açılır, içəri bir qonaq daxil olur və otağın havası dəyişir. Amma bu hekayədə qonaq bir insan da ola bilər, bir sənət də, bir xatirə də, bir açılmamış arxiv qovluğu da. Ləmbəranski haqqında araşdırmanın son mərhələsində ən gec gələn qonaq məhz cavabsız sualdır. Təsdiqlənmiş faktlar artıq xəritəni qurub. Əliş Cəmiloğlu Ləmbəranski Bakı şəhər rəhbərliyində xüsusi rol oynamış Sovet dövlət xadimidir. O təxminən 1958-ci və ya 1959-cu ildən 1966-cı ilə qədər Bakı şəhər zəhmətkeş deputatları Soveti İcraiyyə Komitəsinə rəhbərlik etmişdir. 1966-cı ildə Moskvaya təyin olunmuşdur. 1969-cu ildən sonra siyasi vəziyyət dəyişmiş, Heydər Əliyev Azərbaycan rəhbərliyinə gəlmiş, 1970-ci ildə Ləmbəranski Azərbaycan SSR Nazirlər Soveti sədrinin müavini olmuşdur. 1987-ci ilə qədər bu vəzifədə fəaliyyət göstərmişdir. Təsdiqlənmiş faktlar artıq xəritəni qurub. Əliş Cəmiloğlu Ləmbəranski Bakı şəhər rəhbərliyində xüsusi rol oynamış Sovet dövlət xadimidir. O təxminən 1958-ci və ya 1959-cu ildən 1966-cı ilə qədər Bakı şəhər zəhmətkeş deputatları Soveti İcraiyyə Komitəsinə rəhbərlik etmişdir. 1966-cı ildə Moskvaya təyin olunmuşdur. 1969-cu ildən sonra siyasi vəziyyət dəyişmiş, Heydər Əliyev Azərbaycan rəhbərliyinə gəlmiş. 1970-ci ildə Ləmbəranski Azərbaycan SSR Nazirlər Soveti sədrinin müavini olmuşdur. 1987-ci ilə qədər bu vəzifədə fəaliyyət göstərmişdir. 1999-cu ilin mayında Bakıda onun həyat yolu başa çatmışdır. 2014-cü ildə onun 100 illik yubileyinin keçirilməsi haqqında dövlət səviyyəsində sərəncam imzalanmışdır. 2014-cü ildə onun 100 illik yubileyinin keçirilməsi haqqında dövlət səviyyəsində sərəncam imzalanmışdır. Bu faktlar bir insanın karyerasını göstərir. Amma bu araşdırma karyeradan daha böyük sual verdi. Onun gedişindən sonra Bakı layihələrinin nəzarəti kimə keçdi? Ən ehtiyatlı faktoloji cavab budur. Bir nəfər varisə keçmədi. Nəzarət Bakı şəhər İcraiyyə Komitəsi və Bakı şəhər Soveti, Bakı şəhər Partiya Komitəsi və Azərbaycan KPMK, Azərbaycan SSR Nazirlər Soveti, Dövlət Plan Komitəsi, Tikinti Nazirlikləri, Memarlıq və Layihə İnstitutları arasında bölündü. 1970-ci ildən sonra isə Ləmbəranski özü daha yüksək hökumət səviyyəsində tikinti sahəsinə qayıtdı. Bu cavab sadə deyil, çünki tamaşaçı ad istəyir, tarix isə mexanizm göstərir. Tamaşaçı gizli qalib istəyir, arxiv isə çox mərtəbəli idarəetmə xətti verir. Tamaşaçı xəyanətkar axtarır, sənədlər isə məsuliyyətin necə parçalandığını göstərir. Tamaşaçı final istəyir, şəhər isə açıq sual saxlayır. Gec gələn qonaq elə budur, sadə cavabın olmaması. Versiya budur. Ləmbəranskinin 1966-cı ildə gedişi ilə Bakı şəhər salma xətti qısa müddətli keçid zonasına daxil oldu. Bu dövrdə əvvəlki impuls müxtəlif aparat xəttlərində davam etdi. 1969-cu ildən sonra yeni siyasi mərhələ başladı. 1970-ci ildə Ləmbəranskinin qayıdışı həmin əvvəlki təcrübənin yenidən dövlət səviyyəsində qiymətləndirilməsi kimi oxuna bilər. Bədii ehtimal, fakt deyil. Təsəvvür etmək olar ki, illər sonra bir tədqiqatçı arxivdə gecikmiş bir sənəd tapır. O sənəddə sensasiya yoxdur. Orada yalnız imzalar, tarix, qərar dili, obyekt adı, maliyyə sətri var. Amma məhz həmin quru sənəd bütün hekayəni dəyişir. Çünki o göstərir ki,
Şəhər haqqında böyük miflərin arxasında kiçik inzibati keçidlər dayanır. Bu səhnə fakt deyil, amma araşdırmanın gələcək imkanını göstərən dramaturji ehtimaldır. Ləmbəranski hekayəsində qonaq obrazı başqa mənada da önəmlidir. O, özü də Bakıya 2 dəfə gəlmiş kimi görünür. Birinci dəfə şəhər rəhbəri kimi, ikinci dəfə Respublika tikinti kuratoru kimi. Birinci gəlişində şəhərin gündəlik nəfəsini dəyişməyə çalışdı. İkinci gəlişində isə tikinti siyasətinə daha yuxarı səviyyədən bağlandı. Birinci mərhələdə onun adı şəhər obyektləri ilə qoşa çəkildi. İkinci mərhələdə onun təcrübəsi Respublika miqyasında dəyərləndirildi. Amma şəhərə qayıdan adam heç vaxt getdiyi şəhəri olduğu kimi tapmır. Bu artıq fakt deyil, bədii düşüncədir. Şəhər insanı gözləmir. O böyüyür, dəyişir, yeni imzalar qəbul edir. Köhnə qərarları yeni nəticələrə çevirir. Ləmbəranski də qaydanda artıq başqa Bakıya qayıtmışdı. Onun adı ilə xatırlanan obyektlərin, ondan sonra davam edən layihələrin, yeni siyasi rəhbərliyin, genişlənən tikinti sisteminin və hələ də həllini axtaran sosial sualların Bakısına. Burada onun şəxsi faciəsi haqqında şişirdilmiş dramatizmə ehtiyac yoxdur. Təhlükəsiz və dürüst ifadə belədir. Burada onun şəxsi faciəsi haqqında şişirdilmiş dramatizmə ehtiyac yoxdur. Təhlükəsiz və dürüst ifadə belədir. Onun həyat yolu 1999-cu ilin mayında Bakıda başa çatdı. Açıq mənbələr ailə həyatının detalları barədə geniş məlumat vermir. Ona görə ailənin daxili yaşantıları, şəxsi kədəri, evdə qalan xatirələr barədə fakt kimi danışmaq olmaz. Amma rəsmi yaddaşda onun adı qorundu. Dövlət səviyyəsində yubileyi qeyd olundu. Şəhər yaddaşında isə onun dövrü Bakının dəyişmə illəri kimi yaşamağa davam etdi. Açıq mənbələr ailə həyatının detalları barədə geniş məlumat vermir. Ona görə ailənin daxili yaşantıları, şəxsi kədəri, evdə qalan xatirələr barədə fakt kimi danışmaq olmaz. Amma rəsmi yaddaşda onun adı qorundu. Dövlət səviyyəsində yubileyi qeyd olundu. Şəhər yaddaşında isə onun dövrü Bakının dəyişmə illəri kimi yaşamağa davam etdi. Versiya olaraq demək olar, Ləmbəranskinin mirası ailə çərçivəsindən çox şəhər və dövlət yaddaşında görünən mirasdır. Onun haqqında danışanda şəxsi evin qapısından çox, Bakı küçələrinin, sənaye obyektlərinin, mədəniyyət məkanlarının və arxiv sənədlərinin qapıları açılır. Bədii ehtimal, fakt deyil. Şəhər bəzən insanın ailəsinə çevrilir. Onun qoyduğu izlər küçələrdə yaşayır. Qərarlarının kölgəsi binaların divarlarında qalır. Adı isə illər sonra rəsmi sərəncamda və köhnə xatirələrdə yenidən səslənir. Bu sənəddə ailə faktı deyil, mirasın poetik ifadəsidir. İndi bütün xəttləri bir yerə yığaq. Birinci xətt. Ləmbəranski Bakı şəhər rəhbərliyindən getdi, amma onun karyerası bitmədi. İkinci xətt. Onun şəhər təsiri bir nəfərə yox, Sovet idarəetmə sisteminin müxtəlif qatlarına keçdi. Üçüncü xətt. Bakı layihələrinin arxasında təkcə gözəl fasadlar yox, mənzil böhranı, qeyri-rəsmi tikililər və sosial gərginlik də vardı. Dördüncü xətt. 1970-ci ildə Ləmbəranski daha yüksək hökumət səviyyəsində tikinti sahəsinə qayıtdı. Beşinci xətt. Bu hekayənin tam cavabı hələ açıq arxiv zəncirindədir. Gec gələn qonaq bəlkə də gələcək tədqiqatçıdır. O, Azərbaycan KPMK bürosunun protokollarını, Bakı Şəhər Partiya Komitəsinin qeydlərini, Bakı Şəhər İcraya Komitəsinin qərarlarını, Nazirlər Soveti materiallarını, Dövlət Plan Komitəsinin sənədlərini, titul siyahılarını, memarlıq razılaşdırmalarını və dövrün qəzetlərini yanaşı qoyacaq. Və o zaman şəhərin taleyi bir adın ətrafında yox, sənədlərin bir-birinə bağlandığı böyük xəritədə görünəcək. Bəlkə o xəritə sensasiya verməyəcək. Bəlkə orada gizli təşkilat, qaranlıq razılaşma, dramatik xəyanət olmayacaq. Bəlkə ən böyük həqiqət daha sakit olacaq. Bakı bir adamın iradəsi ilə dəyişməyə başlamış. Sonra isə sistemin çoxmərtəbəli mexanizmi ilə davam etmişdi. Amma sakit həqiqətlər bəzən ən sarsıdıcı həqiqətlərdir. Çünki onlar bizə göstərir ki, şəhəri yalnız qəhrəmanlar yox, mexanizmlər də qurur. Və mexanizmlər insanlardan daha uzun yaşayır. Final. Əliş Ləmbəranskinin həyat yolu başa çatandan sonra onun adı Bakı haqqında danışılan xüsusi bir dövrün açar sözlərindən biri kimi qaldı. Ailə taleyinin şəxsi detalları açıq mənbələrdə geniş görünmədiyi üçün burada uydurma xatirə danışmaq doğru olmaz. Amma fakt budur ki,
Onun adı dövlət yaddaşında saxlandı. Yubileyi rəsmi səviyyədə qeyd olundu. Xidmətləri sənaye, dövlət idarəçiliyi, mədəniyyət müəssisələri və Bakı infrastrukturunun təkmilləşdirilməsi kontekstində tanındı. Onun adı Bakı haqqında danışılan xüsusi bir dövrün açar sözlərindən biri kimi qaldı. Ailə taleyinin şəxsi detalları açıq mənbələrdə geniş görünmədiyi üçün burada uydurma xatirə danışmaq doğru olmaz. Amma fakt budur ki, onun adı dövlət yaddaşında saxlandı. Yubileyi rəsmi səviyyədə qeyd olundu. Xidmətləri sənaye, dövlət idarəçiliyi, mədəniyyət müəssisələri və Bakı infrastrukturunun təkmilləşdirilməsi kontekstində tanındı. Müasirləri və onu xatırlayan peşə çevrələri üçün Ləmbəranski obrazı çox vaxt sərt, çevik, texniki düşüncəyə malik idarəçi, şəhərin xırda detalına qədər diqqət yetirən rəhbər kimi yaşadı. Kamil Akimov kimi xatirə müəlliflərinin dedikləri, memarlıq çevrələrində səslənən fikirlər və şəhər yaddaşında qalan obyektlər bu obrazı gücləndirdi. Amma onun dövrünün yalnız parlaq tərəfi deyil, çətin tərəfi də qaldı. Mənzil problemi, qeyri-rəsmi tikililər, qeydiyyat arayışları və böyüyən Bakının sosial sıxıntısı. Ləmbəranski obrazı çox vaxt sərt, çevik, texniki düşüncəyə malik idarəçi, şəhərin xırda detalına qədər diqqət yetirən rəhbər kimi yaşadı. Kamil Akimov kimi xatirə müəlliflərinin dedikləri, memarlıq çevrələrində səslənən fikirlər və şəhər yaddaşında qalan obyektlər bu obrazı gücləndirdi. Amma onun dövrünün yalnız parlaq tərəfi deyil, çətin tərəfi də qaldı. Mənzil problemi, qeyri-rəsmi tikililər, qeydiyyat arayışları və böyüyən Bakının sosial sıxıntısı. Ölkə üçün isə bu hekayə bir idarəçinin taleyindən böyükdür. Bu, Sovet Azərbaycanında şəhərin necə qurulduğu, qərarların necə bölündüyü, bir şəxsin enerjisinin necə sistemə çevrildiyi, sistemin isə həmin enerjini necə udub yenidən payladığı haqqında dərsdir. Ləmbəranski gedəndə Bakı dayanmadı. Layihələr müxtəlif qurumların nəzarətinə keçdi. Sonra o, daha yüksək səviyyədə qayıtdı. Bu qayıdış göstərdi ki, şəhərsalma yaddaşı bir vəzifə ilə bitmir. O bəzən başqa kabinetdə, başqa imzada, başqa siyasi mərhələdə yenidən üzə çıxır. Bugün Bakının həmin dövrünə baxanda, bir tərəfdə rəsmi tanınmış xidmətlər, o biri tərəfdə isə hələ də tam açılmamış arxiv sualları dayanır. Hansı qərar harda verildi? Hansı obyekt kimin kurasiyasına keçdi? Hansı sosial məsələ hansı protokolun sətrində itib qaldı?